Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə kimyəvi reaksiyanın sürəti, kimyəvi tarazlıq bölməsinin, kimyəvi reaksiyaların sürəti və ona aid hesablamalar mövzusundakı sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Neytrallaşma reaksiyasının hər saniyəsində 0,2 mol H2SO4 sərf olunursa, reaksiyanın sürətini hesablayın. Uşaqlar bizə zamanı da verib, mol miqdarını da verib. Gəlin indi sürətə baxaq. Reaksiya aparılan qabın həcmini də verib ki, 1 litr. Birinci sual. Uşaqlar, homogen reaksiyanın sürəti və bərabərdir. Delta S bölünsün, delta T ilə hesablanırdı. S də uşaqlar qatılıqdır. T-ni nə pis yazdıq. S də uşaqlar qatılıqdır. Qatılığın öz düsturu nə idi? Nü bölünsün V. Qatılığın düsturda nü bölünsün V olduğuna görə yerinə yazırıq. Onda V buradan bərabərdir. Delta nü bölünsün V vurulsun delta T. Deməli, homogen reaksiyanın sürətini hesablandığı düsturu müəyyən elədik. Keçirik, deyir ki, hər saniyəsində 0,2 mol H2SO4. Bizə T-ni verib. T bərabərdir hər saniyə, yəni 1 saniyə. 1 saniyədə 0,2 mol nü verib, nü bərabərdir 0,2 mol H2SO4 sərf olunur. Qabın həcmini də verib, V də bərabərdir 1 litr. Uşaqlar, buradakı V qabın həcmidir. İndi bizə istəyir ki, reaksiyanın sürətini tapaq. V bərabərdir sual. V də bərabərdir, veriliri yerinə yazırıq. Nü neçədir? 0,2 bölünsün. V neçədir? 1 vurulsun. T neçədir? 1 saniyə. V də bərabərdir 0,2 mol bölünsün litr vur saniyə. Gördünüz uşaqlar, homogen reaksiyanın sürətini tapdıq. Cavabımız da oldu. D variantı. Eyni sual, baxın, ikinci sual. Hər saniyəsində 0,2 mol H-xlor sərf olunursa, reaksiyanın sürətini müəyyən edin. Qabın həcmini də yenə verib 1 litr. Yenə yerinə yazır uşaqlar. 0,1 mol saniyəni verib 1 saniyə. Burada 0,2-nin yerinə götürüb 0,1 yazırıq. Cavab neçə elədi? 0,1. Reaksiyanın sürətini müəyyən eləmiş olduq. Birinci reaksiyada eyni reaksiyadır, sadəcə rəqəmlərin yeri dəyişib. Keçirik sual 3-ə. Reaksiyanın sürətinin temperatur əmsalını bizə verib 3. Üçüncü sual. Temperatur əmsalı bərabərdir 3. Olan reaksiyanın temperaturunu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti 24 dəfə azalsın. Reaksiyanın sürəti, birinci reaksiyanın sürəti olsun V1, ikinci reaksiyanın sürəti olsun V2. Temperatur olsun, birinci temperatur olsun T1, ikinci temperatur olsun T2. Bizə deyir ki, reaksiyanın sürəti 27 dəfə azalsın. Onda V2 bölünsün V1 bərabərdir 27-də 1. 27 dəfə azaldı uşaqlar reaksiyanın sürəti. V1 uşaqlar V1 vurulsun 1 bərabərdir V2 vurulsun 27-də tənasübü açıram. Ən sadə nadir ədəd hansını qoya bilərik? V1-in yerinə 27, V2-nin yerinə də 1 qoyanda uşaqlar deməli bərabərlik düzgün olur. Deməli reaksiyanın sürəti baxın V1 27 idi, daha sonra 27 dəfə azaldı, 1 oldu. Qısacası bərabərsizliyi bu şəkildə qurduq. Bərabərsizlik deyəndə tənliyi bu şəkildə qurduq. V1 bölünsün V2 27 dəfə azalıbsa 1 bölünsün 27. Davam edirik. İndi uşaqlar, reaksiyanın sürəti müxtəlif amillərdən asılıdır. Qatılıqdan, təzyiqdən, qabın həcmindən, katalizatordan və temperaturdan. Uşaqlar, həcmdən də asılıdır və s. temperaturdan da asılıdır. Reaksiyanın sürətinin temperaturdan asılılığı Van Hoff qaydası ilə müəyyən olunur. Qayda belədir. Temperatur hər 10 dərəcə Selsi artırıldıqda reaksiyanın sürəti 2-4 dəfə artmasına səbəb olur. Reaksiya və bunun üçün aşağıdakı düsturu irəli sürür. Deyir VT2 bərabərdir VT1 vurulsun temperatur əmsalı. Baxın, temperatur əmsalı. T2 çıxılsın T1. Temperatur əmsalının üstündədir. Vurma deyil, çaşdırmayın uşaqlar. Temperatur əmsalının üzərində T2 çıxılsın T1 bölünsün 10. Deməli, bu düsturda veriləri gəlin yerinə yazaq. Bizə V2 bölünsün V1 nisbətini verib. VT2, yəni ikinci temperaturdakı sürət. V2 bölünsün V1. Keçirdik V1-i, baxın, bu sol tərəfə. Bərabərdir. Temperatur əmsalını bizə verib 3. 3 üstü. T2 çıxılsın T1 uşaqlar delta T nədir? Temperaturu neçə dərəcə azaltmaq lazımdır ki? Azaltmaq yəni bizdən delta T-ni istəyir uşaqlar. Temperatur əmsalının dəyişməsini. Azaltmaq deyəndə uşaqlar temperaturun dəyişməsini istəyir. Delta T ilə yazdıq. Bölünsün 10. Gəlin indi veriləri yerinə yazaq.
27 V1 bölünsün V2 27'dir bərabərdir 3 üstü delta T bölünsün 10. 27 neçədir uşaqlar? 3 üstü 3 bərabərdir 3 üstü delta T bölünsün 10. 3'lər ixtisar gedir. Delta T bölünsün 10 bərabərdir 3. Delta T də bərabərdir 30. Deməli temperatur dəyişməsi olmalıdır 30. Temperatur 30 dərəcə azaltmaq lazımdır ki, 30 dərəcə dəyişdirmək lazımdır ki, reaksiyanın sürəti də 27 dəfə azalsın. Deməli cavabımız nə oldu? 30. Cavab da oldu C variantı. Temperatur azaltmaq, artırmaq, bunların hamısı temperatur dəyişməsi ilə ifadə olunur uşaqlar. 30 dərəcə artırmaq da olar, 30 dərəcə azaltmaq da olur. Hamısını temperatur dəyişməsinin yerinə yazıb cavabı müəyyən edirik. Keçirik 4-cü suala. Reaksiyanın sürəti 0,2 mol bölünsün litr saniyədir. X maddəsinin ilkin qatılığını da verib. Neçə saniyədən sonra onun qatılığı 0,2 mol bölünsün litr olmuşdur. Gəlin ilk öncə reaksiyamızı bir yazaq. X hər biri qaz halındadır. Homogen reaksiyanın sürətindən danışır. V qaz, X, Y qaz. Deməli, homogen reaksiyanın sürəti uşaqlar V bərabərdir delta S qatılıq bölünsün delta T'dir. Düz deyil. Reaksiyanın sürətini bizə verib. Reaksiyanın sürəti 0,2'dir. Deyir ki, X maddəsinin ilkin qatılığında bizə verib. İlkin qatılıqda 0,6 mol bölünsün litrdir. Daha sonra neçə saniyədən sonra, neçə saniyəni bilmirik. Bizdən temperatur zamanı istəyir. Zaman burada uşaqlar tau hərfi ilə işarə olunur. Çünki temperatur T ilə işarə olunur. Qarışmasın bir-birinə. Tau hərfi ilə işarə olunur. Tau bərabərdir. Sual bilmirik. Neçə saniyədən sonra qatılığı 0,2 olsun. 0,2. X'in deməli sonda qalan qatılığı 0,2 mol bölünsün litr oldu. Uşaqlar, deməli diqqətlə baxın. Başlanğıc X'in qatılığı nə qədərdir? 0,6 mol bölü litr. Daha sonra 0,2 mol bölünsün litr oldu. Düz deyil. Nə qədər X maddəsi onda reaksiyaya sərf olunur? 0,6'dan çıxarıq 0,2'ni, qalacaq 0,4 mol. Mol bölünsün litr. Deməli 0,4 mol bölünsün litr qatılıq deməli reaksiyaya sərf olunub. Reaksiyanın sürətini də bizə verib 0,2. Zamanı müəyyən eləməyə nə var uşaqlar? V bərabərdir 0,2 bərabərdir. S delta S'ni tapdıq 0,4. Sərf olunan qatılığı tapdıq. Delta T də tau yazaq. T yazanda bizim başımız qarışa bilər. Delta tau da bərabərdir sual. Uşaqlar onda gəlin yerinə yazaq da. Delta tau bərabərdir 0,4 bölünsün %2. 2'dən 0 getdi. 40'ı da 2'yə böləndə 20. Delta tau da bərabərdir 20 saniyə. Cevabımız da oldu D variantı. Ne demək istədim? İnşallah sizə tam aydın oldu uşaqlar. Bizə X maddəsinin başlanğıc qatılığını verdi. Daha sonra deyir neçə saniyə reaksiya gedir, bilmirik. Qatılıq qalır 0,2 mol bölünsün litr. Yəni bunun 0,4 mol bölünsün litr deməli reaksiyaya daxil oldu da. Reaksiyaya daxil olan X'in qatılığını hesabladıq. Sürəti də bizə vermişdi 0,2. Sürət düsturunda yerinə yazdıq, zamanı müəyyən elədik. Bu qədər sadə. Keçirik indi 5-ci suala. Oksigenə görə sürətini verib, oksigenə görə sürəti əla. İlk öncə reaksiyanı yazaq. 2 mol NO üzərinə gəlinsin O2. Reaksiya nəticəsində alınacaq 2 mol NO2. Oksigenə görə sürəti verib V oksigen bərabərdir 0,28 mol bölünsün litr vur saniyə. Oksigenin başlanğıc qatılığını da bizə verib. Oksigenin qatılığını da verib S bərabərdir 0,2 mol bölünsün litr. 5 saniyədən sonra temperatur da verdi. 5 saniyədən sonra oksigenin qatılığı neçə mol olacaq? Uşaqlar, indi oksigenin 5 saniyədən sonraki qatılığını istəyir. Düz deyil. İlk öncə reaksiyanın sürətinə və zamanı əsasən reaksiyaya nə qədər oksigen sərf olunub onu müəyyən eləyək. V bərabərdir. Deməli, delta S bölünsün tau. Yəni temperatur. Davam edirik. V'nin qiymətini bizə verib 0,28. 0,28 bərabərdir. Delta S bölünsün 5. 5'i də vuraq. 5 dəfə 8 44 yadda. 10 14 1 yadda. 1 0,14 bərabərdir. Delta S
mol bölünsün litr. Deməli, uşaqlar, reaksiyaya nə qədər oksigen sərf olunduğunu öyrəndik. Reaksiyaya sərf olunan oksigenin qatılığı 0,14 mol bölünsün litrdir. Deməli, bizə nə deyir? Deyir ki, başlanğıc qatılığı da bizə vermişdi 0,2. 5 saniyədən sonra oksigenin qatılığı neçə mol olacaq? Yəni, qabda nə qədər oksigen qalacaq, onu bizdən istəyir. Başlanğıc qatılığı bilirdik 0,2. Reaksiyaya sərf olunan da bildik ki 0,14. Onda reaksiyadan sonra qabda nə qədər deməli oksigen qalacaq? Deməli, uşaqlar, bizə oksigenin başlanğıc qatılığını verdi 0,2 mol bölünsün litr. Reaksiya sərf olunan da biz özümüz tapdıq. Verilən sürətə bir də zamana əsasən. Daha sonra reaksiyadan sonra nə qədər oksigen qatılığı artıq qalıb onu müəyyən elədik. Cavab da oldu 0,6, yəni Y variantı. Uşaqlar, məsələ biraz qarışdırıcı görünə bilər. Siz veriliri yazın, sizə nə verilib. Onun üzərində işləyin. Düsturu qoyun. Düsturu qoyandan sonra yerinə daha sadə şəkildə artıq məsələni həll edə bilərik. Keçirik 6-cı suala. Reaksiyaya girən maddələrin birinə görə sürəti. Reaksiyaya girən maddələri bilmirik. Birinə görə sürətini bizə verir. Başlanğıc maddələrin və başlanğıc birinə görə. 0,2-dir. Uşaqlar, vahidi yazımdan vahid onsuz da ixtisar gedir, vaxt ikisinə səbəb olur. Amma açıq tipli suallar olanda imtahanda siz vahidləri yazın. Reaksiya başlandıqdan 20 saniyə sonra zamanı da bizə verib. Tau bərabərdir 20 saniyə. Həmin maddənin qatılığı, deyir, həmin maddənin qatılığı 20 saniyədən sonra 0,2 olur. Deməli, reaksiyadan sonraki qatılıq, deltası yazmayaq. S bərabərdir, sondakı qatılığı yazıram. 0,2 mol bölünsün, yenə bax, vahid yazılır, öyrəşmişik. Bu maddənin ilkin qatılığı neçə mol bölünsün litr olub? Əla uşaqlar, bizə sondakı qatılığı verib. Uşaqlar, verilən V-yə və T-yə əsasən reaksiyaya sərf olunan qatılığı müəyyən eləyərik. Daha sonra cəmləyərik sondakı qatılığına, başlanğıc qatılığı müəyyən eləyərik. İlk öncə reaksiyaya həmin maddədən nə qədər sərf olunub, gəlin onu müəyyən eləyək. Reaksiyaya girən maddələrdən birinə görə, bura diqqət. Deməli, uşaqlar, yazırıq. V bərabərdir delta S bölünsün tau. Deməli, V-ni bilirik, bizə verib 0,2 bərabərdir. Delta S-ni müəyyən eləməli, taunu da verib 20 saniyə. İxtisar aparırıq, delta S də bərabərdir 4. Bir dəqiqə 0,4. Deməli, 0,4. Deməli, reaksiyaya sərf olunan həmin maddənin qatılığı 0,4 mol bölünsün litrdir. Sonda artıq qalan qatılığı da verib. Yaxşı, bəs ümumi qatılıq nə qədər olacaq? S başlanğıc qatılıq da bərabərdir. Reaksiyaya sərf olunan qatılığın üzərinə sonda artıq qalan qatılığı gəlirik. Cavab da oldu 0,6. Cavabımız da oldu uşaqlar D variantı. Bu qədər. Keçirik indi 7-ci suala. Reaksiyaya girən maddələrdən birinə görə sürəti bizə verib yenə. V-ni yazaq. Bilmirik hansı maddədir. 0,5. Reaksiya başladıqdan 10 saniyə sonra zamanı verib. Tau bərabərdir 10 saniyə. Sonra həmin maddənin qatılığı, deyir, sondakı qatılığı reaksiya başladıqdan 10 saniyə sonra artıq qalan maddənin qatılığı son bərabərdir 0,3 mol bölünsün litr. Bu maddənin ilkin qatılığı neçədir? S başlanğıc qatılığı bizdən istəyir. İlk öncə reaksiyaya sərf olunan qatılığı müəyyən edirik. V bərabərdir delta S bölünsün tau düsturuna əsasən reaksiyaya sərf olunan qatılığı müəyyən edək. V nədir? 0,5. Saniyəni bizə verdi 10 saniyə. Delta S-ni müəyyən edək. Delta S də bərabərdir 0,5 mol bölünsün litr. Deməli, reaksiyaya sərf olunan qatılığı müəyyən elədik. Başlanğıc qatılıqla bərabərdir uşaqlar. Reaksiyaya sərf olunan qatılığın üzərinə sonda artıq qalan qatılığı gəlirik 0,3. Ümumilikdə cavabımız da oldu 0,8 mol bölünsün litr, yəni A variantı. Keçirik indi 8-ci suala. Kükürt dioksidin kükürt trioksidə qədər oksidləşməsi reaksiyasında oksigenin başlanğıc qatılığı. Gəlin yazaq 8-ci sual. Kükürt dioksidi kükürt trioksidə qədər oksidləşdirək. O2 reaksiya nəticəsində alınacaq SO3. Reaksiya tənliyini əmsallaşdırırıq. 2 mol, 2 mol. Birləşməsi reaksiyasında deyir ki, oksigenin başlanğıc qatılığını bizə verib 5 mol bölünsün litr. 1 dəqiqədən sonra temperaturda bizə verdi 2 mol bölünsün. 1 dəqiqədən sonra zamanı verdi, yəni 60 saniyə alırıq. Vahidləri düzgün ifadə edin. Mən dəqiqə ilə yaza bilmərəm. Vahidimiz mol bölünsün litr vur saniyədir. Saniyəyə çevirməliyəm. 2 mol bölünsün litr olur deyir qatılıq. Deməli
oksigenin bizə başlanğıc qatılığını verib. S başlanğıc qatılığı bərabərdir 5 mol bölünsün litr. Daha sonra 1 dəqiqə keçəndən sonra qabda nə qədər oksigen qalır? 2 mol bölünsün litr. Deməli, sondakı qatılığı da bildik ki, 2 mol bölünsün litr oldu. Deməli, indi ilk öncə reaksiyaya sərf olunan qatılığı müəyyən eləyək uşaqlar, sürəti müəyyən eləmək üçün. Başlanğıc qatılığımız 5 mol bölünsün litr idi. Sonda 2 mol bölünsün litr artıq qaldısa, reaksiyaya sərf olunan, yəni delta S bərabərdir 5 çıxılsın 2 bərabərdir 3 mol bölünsün litr. Deməli, 3 mol bölünsün litr qatılıq oksigen reaksiyaya sərf olunub. Reaksiyaya sərf olunan oksigenin qatılığını müəyyən elədik. Zamanı da verib sürəti müəyyən eləmək nə var ki uşaqlar? V bərabərdir delta S bölünsün tau. Bu da bərabərdir. Delta S-ni bildik 3. Tau-nu da bildik 60 saniyə. 3-ə ixtisar getdi 20 dəfə. Bərabərdir 0,5 mol bölünsün litr vur saniyə. Cavabımız da oldu elə A variantı. Gördünüz uşaqlar. Keçirik indi 9-cu suala. Azot monooksidin azot dioksidə qədər oksidləşməsi reaksiyasında oksigenin başlanğıc qatı yenə bayaqki sualdan eyni tipdə sualdır. Yəni ilk öncə bir reaksiyanı yazaq. Azot monoksid NO üzərinə gəlinsin. Azot dioksidi oksidləşdir O2. Reaksiya nəticəsində alınır NO2. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol 2 mol. Deməli, azot monoksidin başlanğıc qatılığını bizə verdi. Azot monoksidin başlanğıc qatılığı 7,5. 50 saniyədən sonra temperaturda verdi. 50 saniyə. 1,5 mol bölünsün litr olur. Saniyədən sonra qatılığını verdi. S sondakı qatılığı da bizə verdi. 1,5 mol bölünsün litr. Reaksiya azot monoksidə görə sürəti. Baxın, sualdan eyni tipdə sualdır uşaqlar. Başlanğıc qatılığı verib, sondakı qatılığı da verib. Sərf olunan qatılıq nə qədərdir? Delta S bərabərdir. 7,5-dən çıxdıq 1,5-i 6. Deməli, uşaqlar, biz reaksiya sərf olunan qatılıq da müəyyən elədik 6. Gəlin düsturda yerinə yazaq da. V bərabərdir. Delta S bölünsün tau. V də buradan bərabərdir. 6 bölünsün 50 saniyə bərabərdir. İxtisar aparırıq. 0,12. Deməli, 0,12 mol bölünsün litr vur saniyə də məhz reaksiyanın azot monoksidə görə sürətidir. Cavab da oldu B variantı. Keçirik 10-cu suala. Azotun qatılığını verib, reaksiyanın əvvəlində 3 mol bölünsün litr. Reaksiyanı yazaq, daha sonra məsələni həll eləyək. Azotun üzərinə oksigen gəlirik, uşaqlar. Azot monoksid alınır. Azotun qatılığını başlanğıcda verib 3 mol bölünsün litr. 10 saniyədən sonra temperaturda verdi 10 saniyə. Qatılıq olub, sondakı qatılığını da bizə verdi 1 mol bölünsün litr. Reaksiyanın azota görə sürətini istəyir. Gəlin müəyyən eləyək. Sərf olunan qatılığı tapaq. Delta S bərabərdir. 3 çıxılsın 1 bərabərdir 2. Başlanğıc qatılığından sonda artıq qalan qatılığı çıxdı. Sərf olunan qatılığı müəyyən elədik. T-ni də bilirik. Delta S-ni də bilirik. Qoyaq yerinə V-ni müəyyən eləyək. V də bərabərdir. Delta S bölünsün tau. Delta S 2, tau 10, 0,2. Deməli, reaksiyanın sürətli oldu. 0,2 mol bölünsün litr vur saniyə. Cavab da oldu B variantı. Keçirik 11-ci suala. Uşaqlar, bu bölmədə demək olar ki, əksəriyyət suallar ilə düsturu yerinə qoyub cavabı tapırsınız. 11-ci sual. Yenə bir düstur verdi. CH4 üzərinə gəlinsin H2O. Reaksiya nəticəsində alınacaq dəm qazı. Bir də 3 mol hidrogen. Reaksiya tənliyini verib, hidrogenə görə sürəti bizə verib. Hidrogen. Və hidrogenə görə sürət bərabərdir 0,3 mol bölünsün litr vur saniyə. Bu reaksiyanın metana görə sürətini istəyir. Uşaqlar, hidrogen burada hidrogenə görə sürət, metana görə sürət mol miqdarına əsasən müəyyən olunur. 1 mol metan reaksiyaya daxil olanda 3 mol hidrogen əmələ gəlir. Düz deyil uşaqlar. Deməli, mol miqdarlarına diqqətlə baxın. Sürətin düsturu necədir? V bərabərdir. Nü bölünsün. Biz delta S bölünsün, baştan da çıxardaq bir daha düsturu. Delta S bölünsün tau deyildi uşaqlar, delta T deyildi. Delta S-ni yerinə də yazırıq nü bölünsün V, çünki S özü düsturu nü bölünsün V'dir. Bölünsün bir daha tau. Deməli, davam edirik uşaqlar. Tau sizi çaşdırırsa T də yaza bilərsiniz, amma burada
Tau-nu bilirsiniz biz nə zaman yazırıq? Bu Van Tov qaydası var ya, orada tau-dan istifadə edirik ki, başımız qarışmasın. Gəlin T yazaq, elə sürətin yerinə T olsun. Yəni zamanı bildirdiyi bir dənə sizin ağlınızda qalsın. Onun temperaturuna qarışdırmayın. Nəysə, deməli nünü diqqətlə baxın, V nüdən necə asılıdır? Düz mütənasib asılı deyil. Onda deməli metanın molunu nü metan CH4 bölünsün nü H2. Deməli metanın mol miqdarının H2-nin mol miqdarına uyğun deməli nisbəti düz mütənasib olduğuna görə VCH4 elə bölünsün V H2. Gördünüz uşaqlar, mol miqdarı ilə düz mütənasib asılıdır. CH4-ün mol miqdarı nə qədərdir? 1, H2-nin mol miqdarı nə qədərdir? 3. CH4-ün sürətini istəyir, VCH4 yazırıq. H2-nin sürətini bizə nə qədər verir? 0,3. 0,3. Onda VCH4 nəyə bərabər olacaq? 0,3 ilə 3 ixtisar getdi. 0,1. Deməli 0,1. CH4-ün sürətini müəyyən etdik. 0,1. Mol miqdarından düz mütənasib asılıdır. Onu əsasən müəyyən edirik. 12-ci sual. Homogen reaksiyanın sürətinin ölçü vahidini müəyyən edin. Uşaqlar, bayaqdan yazırıq da mol bölünsün litr vur saniyə. Cavab da oldu Y variantı. Heterogen reaksiyanın ölçü vahidini müəyyən edin. Heterogen reaksiyanın sürəti haqqında hələ ki danışmamışıq. Çünki məsələlərdə bizə heterogen reaksiyanın sürəti haqqında bir məsələ verilməyib. Ona görə 13-cü sual. Heterogen reaksiyanın sürətində uşaqlar V-ni götürüb yerinə S yazırıq. V bərabərdir delta nü bölünsün S vurulsun T. Temperatur dəyişməsi. Deməli S burada nədir? Səthinin sahəsi. V-ni götürüb yerinə S yazırıq. Vahidi də uşaqlar metr, bir dəqiqə. Litr ola bilməz heterogen reaksiyada. Mol bölünsün santimetr kvadratı. Cavabımız da oldu D variantı. Gördünüz. Uşaqlar S sahədir. Səthin sahəsi. Deməli bərk maddənin səthinin sahəsi. Ona görə də deməli V S-lə tərs mütənasib asılıdır. S-in vahidi də metr kvadrat ola bilər. Santimetr kvadrat, desimetr kvadrat. Cavablarda santimetr kvadratla vermişiz. Cavabımızı yazdıq. 14-cü sual. 14-cü sualda baxın, yenə gəlin reaksiyanı yazaq. N2 3 mol H2 ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində 2 mol NH3 alınır. Reaksiyanın hidrogenə görə sürətini verib, hidrogenə görə sürəti gəlin hidrogenin aşağısına yazaq. 0,3-dür. Və H2 hidrogenə görə sürət verilib. Həmin reaksiyanın amonyaka görə sürətini istəyir. Uşaqlar, 3 mol hidrogen reaksiyaya daxil olanda 2 mol amonyak alınmırdı. Hidrogenə görə sürəti 0,3 isə mən dedim ki, düz mütənasibdir. Onda X də olacaq, gəlin X yerinə yazaq və amonyaka görə sürət. Bu tənasibi həll edirik uşaqlar. Bayaq da izah elədim. Səhv eləmirəmsə 11-ci sualda izah elədim ki, düz mütənasib asılıdır. Gəlin tənasibi hesablayaq. 3 ilə 0,3 ixtisar getdi 0,1. Və amonyaka görə sürət də bərabərdir 0,2. Cavabımız da oldu B variantı. 15-ci sual. İndi bu səfər də amonyaka görə sürət verib. Amonyaka görə sürəti gəlin amonyakın elə üzərində yazaq. 0,4. Həmin reaksiyanın hidrogenə görə sürətini istəyir və hidrogenə görə sürətini istəyir. Mol miqdarlarına uyğun düz mütənasib yazır uşaqlar. 3 mol hidrogen reaksiyaya daxil olanda 2 mol amonyak alınır. Gəlin tənasibi quraq indi. Gəlin ixtisarlarımızı aparaq. 2'ye ixtisar getdi 0,2 dəfə. Onda hidrogenə görə sürət də olacaq və hidrogenə görə sürət də olacaq. 0,2-ni 3'ə vururuq. 0,6 mol bölünsün litr vur saniyə. Cavabımız da oldu Y variantı. 6-cı sual. Homogen reaksiyanın sürəti hansı formulla hesablanır? Bayaqda yenə yazırıq. Nü bölünsün V vur tau. Gördünüz uşaqlar. Cavab da oldu B variantı. 17-ci sual. Homogen reaksiyanın sürəti hansı formulla hesablanır? Uşaqlar delta S də qoya bilərik. Y variantı. Delta S'nin açılışı nədir? Nü bölünsün V'dir də. 18-ci sual. Reaksiyanı verib, hidrogenə görə sürətini verib 0,6. Azota görə sürətini istəyir. Azota görə sürətini də verib X. Normalda 1 mol azot reaksiyaya daxil olanda 3 mol hidrogenlə reaksiyaya daxil olur. Tənasibi həll eləyir. Uşaqlar 3'ə ixtisar getdi 0,2 dəfə. X də bərabərdir 0,2. Deməli azota görə sürət də oldu 0,2 mol bölünsün litr vur saniyə. 19-cu sual. Hidrogenə görə sürəti verib 0,9. Azota görə sürət X-dir. Normalda 1 mol azot 3 mol hidrogenlə reaksiyaya daxil olur. Gəlin indi bu tənasibi həll edirik. İxtisar aparırıq 0,3 dəfə. X də bərabərdir 0,3. Cavab da oldu Y variantı.
20-ci sual. Qrafikə əsasən verib reaksiyanı. Reaksiya başladıqdan 30 saniyə ərzində reaksiyanın oksigenə görə orta sürətini müəyyən edin. Reaksiya başlayıb. Diqqətlə baxın. Reaksiyanın bizə başlanğıc, oksigenin bizə başlanğıc qatılığını verib 4. Sondakı qatılıq, yəni artıq qalan qatılığını da verib, sondakı qatılığı verib, başlanğıc qatılığı verib. 4 mol deməli götürüblər oksigen, mol bölünsün litr qatılığın vaididir. 4 mol bölünsün litr qatılıqlı oksigen götürüblər. 13 molu, neçə molu reaksiyaya daxil olub? Delta S də bərabərdir 3. 3 molu reaksiyaya daxil olub, 1 molu artıq qalıb. Zamanı da bizə veriblər 30 saniyə. V-ni müəyyən eləməyə nə var uşaqlar? 20-ci sual. V bərabərdir delta S bölünsün delta tau deyildi, delta tau deyildi. Gəlin yerinə yazaq. V də bərabərdir delta S-ni müəyyən elədik 3. Deməli qatılıq 3 mol bölünsün litr reaksiyaya daxil olub. Saniyəni bizə verdi 30 saniyə. V-ni müəyyən eləyək 0,1 mol bölünsün litr vur saniyə. Cavab da oldu D variantı. Keçirik 21-ci suala. Eyni sualdır. Zamanı bizə verir. Uşaqlar, başlanğıc qatılığı verib azotun 4 mol bölünsün litr. Reaksiyadan sonra artıq qalan qatılığı bizə verib. Sondakı qatılıq. Onda delta S-ni müəyyən eləmək nə var? 4-dən 1 çıxırıq. 3 mol bölünsün litr. Deməli, reaksiyaya daxil olan qatılığı müəyyən elədik. Zamanı da verib 30 saniyə. Düsturumuz nə idi? V bərabərdir delta S bölünsün delta tau. Yəni indi uşaqlar yerinə qoyaq və bərabərdir. Delta S-ni bildik 3, tau-nu da bildik 30 saniyə. İxtisarlarımızı aparırıq. Bərabərdir 0,1. Deməli biz nəyin sürətini müəyyən elədik? Azotun sürətini müəyyən elədik 0,1. Bizə deyir ki, reaksiyanın hidrogenə görə orta sürətini müəyyən eləyin. Uşaqlar, hidrogenə görə orta sürətini necə müəyyən eləyək? Deməli 1 mol azot reaksiyaya daxil olanda 3 mol hidrogenlə reaksiyaya daxil olur. Azotun sürəti 0,1-dirsə dedim düz mütənasib olmalıdır. Hidrogenin sürəti olsun x. Onda və hidrogen də bərabərdir 3 vurulsun 0,1 bərabərdir 0,3. Uşaqlar, mol miqdarı ilə düz mütənasibdir. Cavabımız da oldu A variantı. Bayaq azota görə hesablamaq istədi. Ona görə elə biri götürdük. Cavabımız alındı. Yenə eyni tipdə sualdır. Delta S-ni müəyyən eləyək. Delta S bərabərdir 0,4. Zamanı bizə verib tau bərabərdir 40 saniyə. Uşaqlar, bizdə SO3-ün qatılığını istəyir. Yəni burada sürət istəmir. Sürət tapmağa ehtiyacımız yoxdur. Oksigenin qatılığını verib 0,4. Uşaqlar, qatılıq da elə mol miqdarı ilə düz mütənasib asılıdır. 1 mol oksigen reaksiyaya daxil olanda 2 mol SO3 alınırsa, oksigenin qatılığı 0,4 molsa, SO3-ün qatılığı da 2 dəfə çox olacaq. Yəni 0,8 mol olacaq. Cavab da oldu C variantı. Uşaqlar, qatılıq olsun, sürət olsun, mol sayı ilə düz mütənasib asılıdır. 23-cü sual eyni tipdə sualda 30 saniyədən sonra NH3-ün qatılığını istəyir. 30 saniyədən sonra hidrogen nə qədər reaksiyaya daxil olur? İlk öncə gəlin reaksiyaya daxil olan hidrogen yox, azotun buradan verib. Azotun miqdarını müəyyən eləyək. 0,5 mol bölünsün litr azotun başlanğıc qatılığı 0,1 mol bölünsün litrdə artıq qalan miqdar. Deməli 0,4 mol bölünsün litr azot reaksiyaya daxil olub. Üzərində yazılır 0,4. Deməli 1 mol azot reaksiyaya daxil olur. 2 mol NH3 əmələ gəlirsə 0,4 mol azot daxil olanda 0,8 mol NH3 əmələ gələcək. Deməli 30 saniyədən sonra NH3-ün qatılığı neçə oldu? 0,8 mol bölünsün litr. Cavab da oldu D variantı. 24-cü sual. Reaksiyanın hidrogenə və karbon monoksidə görə sürətlərini müəyyən edin. Gəlin mol miqdarına əsasən yazaq. Uşaqlar, CH3-COH-ın reaksiyasının sürəti x olsa, CH3-COH-ın sürəti x olsa, onda CO-nun da miqdarı 1 mol olduğuna görə onun sürəti də x olacaq. H2-nin mol miqdarı CO və CH3-OH-ın miqdarından 2 dəfə artıq olduğuna görə onun sürəti də olacaq 2x. Mol miqdarına əsasən sürətlər düzdür. Reaksiyanın hidrogenə görə sürəti, karbon monoksidə görə sürətini müqayisə edin. Uşaqlar, reaksiyanın hidrogenə görə sürəti, karbon monoksidə görə sürətindən 2 dəfə böyük olduğuna görə cavab da oldu B variantı. Hidrogenə görə sürəti 2 dəfə böyük deyil. Hidrogenin yerinə yazaram 2x, CO-nun da yerinə yazaram x. 2'lər buradan x'lər gedər və x bərabərdir vx. Gördünüz uşaqlar, hidrogenə görə sürəti 2 dəfə daha çoxdur. Eynisini gəlirik 25-ci sualda. Hidrogenə gəlin ilk öncə yazaq.
Azota göre sürət x olanda 2 dəfə çox olduğuna göre NH3 mol miqdarı, NH3'ün sürəti olacaq 2x. Azota da göre 3 dəfə çox olduğuna göre hidrogenin mol miqdarı, hidrogenin sürəti olacaq 3x. Reaksiyanın hidrogenə və azota göre sürətlərini müəyyən edin. Uşaqlar, və hidrogenə göre sürət bölünsün və azota göre sürət bərabərdir. Hidrogenə göre sürət neçədir? 3x bölünsün, azota göre sürət neçədir? X. İxtisarlarımızı aparırıq və hidrogenə göre sürət bərabərdir 3 və azota göre sürət. Hidrogene göre sürət azota göre sürətdən 3 dəfə daha çoxdur. Ona göre de cevabımız da oldu. Y variantı. Gördünüz, x ne yazmışıq? 3 dəfə daha çoxdur. V 3V. Sabit həcmli qabda baş verən reaksiyanı verib, amonyakın qatılığını bizə verdi. 0,6 mol bölünsün litr. Azotun qatılığını istəyir. Uşaqlar, dedim ki, mol nisbəti ilə düz mütənasib asılıdır. 1 mol azot reaksiyaya daxil olanda 2 mol amonyak alınırsa, 0,6 mol amonyakın qatılığıdırsa, onda azotun qatılığı da olsun x. İxtisarlarımızı aparırıq. 0,3. Deməli, azotun qatılığı da amonyak qatılığından 2 dəfə azdır mol miqdarı kimi. 0,3 mol bölünsün litr. İndi məsələni oxuyaq. Deyir, amonyakın qatılığı 0,6 mol bölünsün litr artmışsa, azotun qatılığı necə dəyişər? Deməli, amonyakın qatılığı 0,1 mol artanda azotun qatılığı da 0,3 mol müəyyən elədik, azalacaq. Niyə azalacaq? Uşaqlar, reaksiyaya gedəndə başlanğıc maddələrin qatılığı azalır, reaksiya məhsulunun qatılığı isə getdikcə artır. Çünki başlanğıc maddələr sərf olunur da, reaksiyaya daxil olur. Onların qatılığı azalır, NH3-ün mol miqdarı isə artır, çünki daha çox NH cəmələ gəlməyə başlayır. Ona görə başlanğıc maddələrə görə azalır. Niyə 0,3 mol bölünsün litr azaldığını da tənasüblə müəyyən eləmiş olduq. 27-ci sual. Qrafik əsasən T1 anda X, Y, Z maddələrin alınma reaksiyalarının sürətləri arasında doğru münasibəti müəyyən edin. Reaksiyalar eyni həcmdə qabda gedir. Uşaqlar, tabiri verir, deyir, sürətləri müəyyən edin. Gəlin müəyyən eləyək. Eyni həcmli qabda gedir. İlk öncə gəlin reaksiyanın sürətini yazaq və x-ə görə. 27-ci sual. Və x-ə görə reaksiyanın sürəti bərabərdir. Sürət düsturu necə edir? Delta nü x bölünsün v vurulsun delta tau. İndi Vx de buradan beraberdir. Nü'nün yerine uşaqlar, nü'nün bilirik ki, molun düsturları vardı. M bölünsün M yazabilirdik. Deməli, verilən kütlənin molar kütləyə olan nisbəti və vurulsun delta tau. Gördük uşaqlar, düsturu belə ifadə elədik. İndi gəlin veriləri bir-bir yerinə yazaq. Vx buradan bərabərdir. Bizə reaksiyada kütləni verib, yəni kiçik m-i verib 18 qram. 18 bölünsün. X'in baxın molar kütləsini də verib 18'ə bölünsün. Qabın həcmi eyni olduğuna görə gəlin qabın həcmini hər biri üçün götürək 1. Bir de nedir? Reaksiya sürətləri doğru hər biri T1 zaman anında. Hər birində V də bərabərdir. Delta tau da bərabərdir. Zaman da deyil, həcm də bərabərdir. Ona görə gəlin sürəti bunları heç hesablamamıza qatmayaq. Çünki hər ikisini yerinə götürüb qoyaq 1. Çünki bərabərdir. 2 də qoysaq yenə ixtisar gedəcəklər. 3 də qoysaq ixtisar gedəcəklər. Yəni müqayisədə bunlar bizim işimizə yaramayacaqlar. 10 da bərabərdir. 18'in 18'e olan nisbəti 1 oldu. Gəlin bunları heç hesablamamıza qatmayaq. Qatsaq belə orada qalacaqlar uşaqlar. Yəni sadəcə bizə maneçilik törədəcəklər. Onlar hesablamağa heç bir təsiri yoxdur. Keçirik VY-ə. VY-də gəlin yazaq. Yenə baxın bu düsturdan yerinə yazırıq. Bunları hesablamağa qatmayaq. Kiçik m bölünsün böyük m. Y-in kiçik m-ini verib bizə 28 qram. Böyük m-i də deməli molar kütləsində bizə verib 28 qram. Yenə 28'in 28'e olan nisbəti 1 oldu. Keçirik Z-də. Z'in sürətini də uşaqlar VZ bərabərdir. Kiçik m bizə verib 56 qram. Molar kütləsini də verib 56 qram. 56'nın 56'ya olan nisbəti yenə 1 oldu. Hər üçün sürəti bir-birinə bərabər olduğuna görə cavab da oldu C variantı. Keçirik 28-ci suala. İndi reaksiyaları bizə verib, sürətləri V1, V2, V3, reaksiyanın getmə müddətləri də bir-birinə bərabərdir. Reaksiya məhsullarından birinin həcmi. Reaksiya məhsullarına görə reaksiyaların sürəti arasında hansı münasibət var? Gəlin ilk öncə reaksiyanın sürətləri üçün bir düstur yazaq. V1 bərabərdir, temperaturu verib, bu arada eyni qabların həcmini də bizə verib eynidir. Qabların həcmini də bilirik. Yəni aşağıdakı V ilə delta tau bir-birinə bərabərdir. Delta tau bir-birinə bərabərdir. Bu bizim hesablamamıza heç bir şey yaramayacaq. V1-də də, V2-də də, V3-də də bərabərdir. Yenə bunları vururuq, nü ilə hesablama aparırıq. Yəni mol miqdarı ilə.
Delta nü. Delta nü bölünsün. Uşaqlar, nünün kiçik n bölünsün böyük n düsturu olması ilə yanaşı, nünün həm də v bölünsün. Uşaqlar, burada artıq v qabın həcmi deyil. Qabın həcmi bizim hesablamamıza maraqlı deyil. Burada reaksiya məhsulunun həcmi. Yazıram bunun altında məhsul. Məhsulun həcminin molyar həcmi olan nisbəti. Məhsulun həcminin molyar həcmi olan nisbəti. Deməli, nünün bir dənə də belə düsturu var idi də. V bölünsün V molyar həcm. Gördü uşaqlar, buradakı V ilə dedim bir daha. Yuxarıdakı V-ni qarışdırmayın. Buradakı V qabın həcmidir. Yuxarıdakı V isə məhlulun həcmidir. Üzrə məhsulun həcmidir. Reaksiya məhsulunun həcmi. Deməli, bu ta ilə V-ni vurduq. Çünki eyni həcm, eyni zamandan danışır. Eyni zamanlar da bərabərdir. Bir işimizə yaramayacaq. Yəni, indi V məhsulun həcminin molyar həcmi olan nisbətindən reaksiyanın sürətlərini müqayisə eləyək. Eynisi gəlin V2, V3 üçün də yazaq uşaqlar. Qabın həcmi və tau nəzərə alınmır. V2 bərabərdir. Niyə nəzərə alınmadığını da dedim. Hamısında eynidir. V2 də bərabərdir. Yox, birinci V1-in hesablamasını bir aparaq. Onda V1 buradan bərabər olur. V məhsulun bizə litrini verib 22,4 litr. İstənilən qaz normal şəraitdə 22,4 litr həcm tutur. Və molyar həcmdə oldu 22,4. İxtisarlarımızı aparırıq. V1 də bərabər oldu 1-ə. Keçirik V2-yə. Deməli 5,6-nı bölürük 22,4-ə. İxtisar da getdim 4 dəfə. 4də 1 mol, yəni 0,25. V3-ə keçirik. 33,6-nı böldük 22,4-ə. Hər biri 11,2-yə ixtisar gedir 3 dəfə, 2 dəfə. 3-ün də 2-yə olan nisbəti 1,5. İndi gəlin sürətləri müqayisə eləyək. Ən kiçik sürət oldu V2-də, daha sonra V1-də, V2, V1, V3 şəklində cavab da oldu Y variantı. Eyni sual, baxın uşaqlar, 29-da da var. 29-cu sualda eyni sualda elə eyni şəkildə də həll olunur. Məhsulların, baxın, zamanlar eynidir, reaksiyanın getmə müddətləri. Eyni həcmli qabdır. Deməli, qabın həcmi ilə zaman nəzərə almırıq. Gəlin bir-bir yerinə yazaq. Neçənci sualdır? 29-cu sual. V1 bərabərdir uşaqlar. V məhsulun həcmi bölürük molyar həcmə. Molyar həcmi 22,4 litr. Məhsulun həcmini də bizə verib 1,12 litr. 1,12-yə ixtisar getdi. Bir dənə də 0 bura gəldi. 12-yə ixtisar getdi 2 dəfə. 20-də 1, 0,5. Keçək indi V2-ni müəyyən eləməyə. 0,56 bölünsün 22,4. Vergül getdi. 1 vergül daha 0 gəldi. 56-ya ixtisar getdi 4 dəfə. Uşaqlar, bunu elə 20-də 1 yazım, çünki belə olmayacaq. 20-də 1, 40-da 1, hamısını bölənmərəm. Daha kiçik ədədlər alınır. Keçirik üçüncüsünə. V3 də bərabərdir. 2,24 bölünsün 22,4. 2-dən 0, 0, 10-da 1. Deməli, uşaqlar, sürətlər eynidirsə, məxrəci böyük olan ən kiçik olur. Biri 40-a böləndə daha kiçik olar, yoxsa 20-yə böləndə, əlbəttə ki, 40-a böləndə. Deməli, ən kiçik oldu V2, daha sonra oldu V1, son olaraq da V3, cavabımız da oldu C variantı. Keçirik 30-cu suala. Hansı ifadə doğrudur? Deməli, qrafik sol tərəfdədir, ifadələr sağ tərəfdədir. Gəlin bir-bir ifadələri bir-bir oxuyaq. Başlanğıc qaz qarışığının miqdarı 22 moldur. Gəlin baxaq. Başlanğıc qaz qarışığına baxaq. Başlanğıcda uşaqlar, baxın, sıfırdan başlayan, həmişə sıfırdan başlayan qaz reaksiya nəticəsində alınır. Yəni, başlanğıcda yoxdur. NO2 reaksiya nəticəsində alınır. Başlanğıcda var uşaqlar, 6-dan başlayır. 6 mol O2, başlanğıcda var 6 mol O2. Daha sonra var, baxın 4 mol azot heç reaksiyaya daxil olmayıb. 4 mol azot var, reaksiyaya daxil olmayan. Daha sonra NO var, tam sərf olunub. 6 mol NO'muz da var. Başlanğıcda 6 mol da NO var. Daha baxaq başlanğıcda başqa nə var? Deməli N2 var, NO var, bir də O2 var. Çünki bunlar müəyyən bir miqdardan başlayıblar. Deməli NO2 isə sıfırdan başlayıb. Yəni reaksiya nəticəsinə əmələ gəlib. Ümumilikdə başlanğıc qarışığın mol miqdarı nə qədər oldu? 12, o da 4, 16 mol. Deməli 22 mol yox, 16 molda. A variantı yanlışdır. 4 mol NO sərf olunub və deyir 4 mol NO2 əmələ gəlib. B və C variantlarına baxaq. 4 mol NO sərf olunub. Başlanğıcda uşaqlar 6 mol NO'muz var idi. Daha sonra NO tam sərf olunub. Baxın, gəlib sıfıra çatıb NO. NO sıfıra çatdığına görə deməli hamısı sərf olunub. Sərf olunan NO'nun miqdarı nə qədər oldu? 6 mol. Deməli B variantı doğru deyil.
C variantında nə demişdi? 4 molda NO2 əmələ gəlir. Uşaqlar, NO2 nə qədər əmələ gəlib? 6 mol NO2 əmələ gəlib də. Deməli 6 mol NO sərf olunub, 6 molda NO2 əmələ gəlib. B variantda, C variantda səhvdir. Son qaz qarışığının miqdarı 18 moldur. Gəlin son qaz qarışığının miqdarına baxaq. 6 mol NO götürmüşdük, hamısı sərf olunub, qabda NO qalmadı. N2'nin heç biri sərf olunmayıb, yəni olduğu kimi qalıb. 4 mol N2 qabda axırda qalıb. 6 mol NO2 əmələ gəlib. 6 mol NO2'ni də yazıram. Qabda 6 mol NO2 əmələ gəlib. O da öz yerində qaldı. Oksigenə baxaq. 6 mol oksigen reaksiyaya daxil olub. 3 mola artıq qalıb. Deməli nə qədər oksigen sərf olunub? 3 molda oksigen sərf olunub. Neçə mol oksigen artıq qalıb axırda qabda? 3 mol. Deməli axırda da qabda 3 mol O2 artıq qaldı. Qalanları sərf olundu NO2'nin əmələ gəlməsi üçün. Deməli son olaraq qabımızda qaldı 4 mol N2 sərf olunmayan, 6 mol NO2 əmələ gəldi, 3 mol da O2 artıq qaldı. Deməli 10-13 mol. Deməli ümumilikdə qaz qarışığının miqdarı oldu 13 mol, 18 mol deyil. D variantda yanlışdır. N2 reaksiyaya daxil olunur. Bayaqdan elə göstərirəm ki, N2 reaksiyaya daxil olunur. Düz xətt şəklindədir. Yəni nə sərf olunur, nə də əmələ gəlir. Ona görə Y variantı bizim doğru cavabımızdır. Keçirik 31-ci sual. Bu səfər istəyir doğru deyil. 2 mol CO, 1 mol O2 reaksiyaya daxil olur. Nə qədər O2 götürmüşük? 6 mol O2 götürmüşük. 6 mol O2 gəlir, baxın bu xəttdə dayanır. 6 mol O2 götürmüşük. Onun 1 molu sərf olunur. Deməli O2 1 mol sərf olunur. Bu doğrudur. 5 molu artıq qalır. 2 molda CO sərf olunur. 6 mol CO götürmüşük uşaqlar. Diqqətlə baxın. 6 mol CO-dan 4 molu artıq qalır. Neçə molu sərf olunacaq? 2 molu reaksiyaya daxil olur deməkdir. A variantı doğrudur. Bizim cavabımız deyil. 2 mol CO2 alınır. Bəli, baxın 2 mol CO2 alındı. Bu da doğrudur. 3 mol N2 reaksiyaya daxil olur. 3 mol NO2, baxın bu cavab səhvdir. 3 mol N2'miz var. Orası düzdür. Amma reaksiyaya daxil olur mu? Xeyr, düz xəttdir. Nə sərf olunur, nə də reaksiyaya daxil olur. Heç bir əyrisi yoxdur. Yəni olduğu kimi N2 girir, reaksiyanın daha doğrusu tərkibində var, amma reaksiyaya daxil olmur. Çünki qabın içində qalıb. Başlanğıc qaz qarışığının həcmi 15 moldur. Deməli başlanğıcda 6 mol O2'miz var. 6 mol CO-muz var. 3 mol N2'miz var. Ümumilikdə elə də 15 mol. CO2 uşaqlar sonradan əmələ gəlir. Başlanğıcda qazın qarışığında Başlanğıc qaz qarışığında CO2 yoxdur. Reaksiya nəticəsində əmələ gəlir. Başlanğıcda ümumilikdə 15 mol qaz qarışığı var. N2 reaksiyaya daxil olmur. Son qaz qarışığının həcmi 14 moldur. Sonda uşaqlar 6 mol O2 götürmüşdü. 1 mol reaksiyaya daxil oldu. Görürük ki 5 mol O2 artıq qaldı. 5 mol O2 artıq qalıb. 6 mol CO götürmüşük. 4 mol artıq qalıb. 4 mol CO artıq qaldı. 4 mol CO artıq qaldı. N2 reaksiyaya daxil olmadı. Deməli reaksiyadan sonra da elə qabın içərisində N2 də var. 2 molda CO2 əmələ gəldi. 2 molda nə əmələ gəlib? CO2 əmələ gəlib. Deməli bu həcm neçə elədi? 5 o da 5 10 14 mol qaz qarışığı oldu. Bu da doğrudur. Bizdən doğru deyil istəyirdi. Cavabı da tapdıq C variantı. Keçirik neçənci suala? 32-ci suala. Reaksiyanı verib, azot dioksidin başlanğıc qatılığını bizə verib, 10 saniyədən sonra isə qatılığını bizə verdi. Gəlin 32-ci sualı bir yazaq. Reaksiyanı yazaq. 2 mol NO O2 ilə reaksiyaya daxil olur və 2 mol NO2-ni əmələ gətirir. Bizə NO-nun başlanğıc qatılığını verdi. 7,5 mol bölünsün litr. Ta-onu da verdi. Temperaturu bərabərdir 10 saniyə. Deyir, reaksiyadan sonra 1,5 mol NO-da artıq qaldı. Azot dioksid. Azot 2 oksid. Deyir, bir reaksiyadan sonra artıq qalan mol miqdarı nə qədərdir? Sonda qalan qatılıq nə qədər oldu? 1,5 mol bölünsün litr. Düz deyil. İndi reaksiyaya daxil olan qatılığı tapmağa nə var? 7,5-dən 1,5-i çıxarıq. Başlanğıc qatılıqdan artıq qalan qatılığı çıxarıq. Reaksiyaya daxil olan qatılığı taparıq da. 7,5-dən çıxacaq 1,5-i. C qatılıq da bərabər oldu 6-ya. Zamanı da bizə verib nə istəyir? Bu reaksiyanın NO-ya görə sürətini istəyir. Uşaqlar tapaq da V NO bərabərdir. Elə biz NO-ya görə qatılıq tapdıq. NO-ya görə zaman bilirik. Sürətdə ona görə tapacağıq da. Delta S bölünsün ta olduğuna görə 6 bölünsün 10 bərabərdir 0,6 mol bölünsün litr bur saniyə. Cavab da oldu D variantı. Keçirik 33-cü suala. Reaksiyada metanın ilkin qatılığını bizə verdi. Yenə eyni tipdə sualda 10 saniyədən sonraki qatılığını da verib. Gəlin baxaq. 33-cü suala reaksiyanı ilk öncə yazaq. CH4 üzərinə gəlinsin H2. Uşaqlar bizə bayaq NO-ya görə hesablama apardıq. Elə NO-nun qatılığını verdi. İndi burada hansının qatılığını verib? Metanın qatılığını verib hidrogenə görə sürət istəyir. Yəni reaksiyanı həmişə yazın. Çünki orada birazdan üzərində hesablama aparacağımız hissələr olacaq. Üzərinə gəlinsin 3 mol H2 əmələ gəlir.
Deməli, CH4-ün ilkin qatılığını bizə verdi %5. Məsələni yavaş-yavaş verilir, yaza-yaza həll edirik. 10 saniyədən sonra zamanı verdi 10 saniyə. 10 saniyədən sonra qabda olan qatılığını verdi. C son, yəni son qatılığını bizə verdi 0,1 mol bölünsün litr. Deməli, reaksiyaya sərf olunan qatılığı tapmaq üçün başlanğıc qatılıqdan çıxarıq. Sonda qalan, artıq qalan qatılığı. Onda delta C də bərabərdir 0,4 mol bölünsün litr. Delta C-ni də müəyyən elədik. Deməli, biz VSH4-ə görə sürəti tapa bilərik də. VSH4-ə görə qatılıq müəyyən eləmişik axı. VSH4-ə görə sürətdə delta C, yəni 0,4 bölünsün zaman 10 saniyə. Bərabərdir 0,4 mol bölünsün litr bu saniyə. Bizə deyir ki, deməli CH4-ə görə sürəti tapdıq 0,4. Uşaqlar, bizə deyir ki, hidrogenə görə sürəti müəyyən edin. Demişdim ki, hidrogenə görə sürətdə mol nisbəti ilə düz mütənasibdir. 1 mol CH4 reaksiyaya daxil olanda 3 mol hidrogen əmələ gəldiyinə görə CH4-ə görə sürət 0,4-cü 3-ə vurarıq 0,12. Deməli, H2-yə görə sürət də oldu 0,12. Cavabımız da oldu Y variantı. Mol nisbəti ilə düz mütənasibdir. 34-cü sual. Reaksiya tənliyinə aid qrafik əsasən X, Y, Z-i müəyyən edin. Gəlin müəyyən eləyək. Uşaqlar, Y ilə başdan müəyyən elədik ki, Y SO3-dür. Niyə? Çünki reaksiya nəticəsində əmələ gələn maddə həmişə başlanğıc maddə olur. Üstəm 0 nöqtəsindən başlayır. Çünki başlanğıcda həmin maddə yoxdur. 0 nöqtəsindən sonradan əmələ gəlir. SO2-nin üzərinə oksigen gəldikdə, deməli Y-i müəyyən elədik SO3. Y-in SO3 olan variantları götürürük. Ya A'dır cavab, ya da D. Keçək məsələnin davamını oxuyaq. Uşaqlar, neçə mol SO3 əmələ gəlib? SO3-ün qatılığını bizə verir də. Qatılıq moluna düz mütənasib. Elə qatılığın həcmi uşaqlar 1 litr götürsə, elə qatılıq mola bərabər olur da. 2 mol SO3 uşaqlar, gəlin bir dənə reaksiyanı yazaq. 34-cü sual. Neçə mol SO3 əmələ gəldiyini gördük. 2 mol reaksiya tənliyini yazırıq. 2 mol SO2 reaksiyaya daxil olur oksigenlə. Reaksiya özdə dönər reaksiyadır. Reaksiya nəticəsində 2 mol SO3 əmələ gəlir. Qrafikə də baxırıq ki, elə 2 mol SO3 əmələ gəlir. Uşaqlar, 2 mol SO3 əmələ gələndə 1 mol oksigen reaksiyaya daxil olur. 2 mol da SO2 reaksiyaya daxil olur. Qrafikə baxın. X maddəsindən neçə mol reaksiyaya daxil olub? 4 mol X maddəsi götürmüşdük. 3 molu artıq qalıb. Deməli, 1 mol X maddəsi reaksiyaya daxil olub. Onda X maddəsi oldu oksigen. Cavab da oldu D variantı. Z-də baxırıq. 3 mol Z reaksiyaya daxil olub. 1 molu artıq qalıb. Neçə mol Z reaksiyaya daxil oldu? 2 mol. Z maddəsi oldu SO2. Gördünüz, bu qədər. 35-ci sual. Reaksiya tənliyinə aid qrafik əsasən X, Y, Z-i müəyyən edin. Bayaqki sual kimi. Reaksiya tənliyinə baxırıq. Alınan maddəyə ilk öncə baxırıq. Alınan maddə Y-dir. Yəni alınan maddəmiz nədir? NO2. Dedim ki, alınan maddə həmişə reaksiyada qrafikdən 0 nöqtəsindən başlayır. Y-i müəyyən elədik. NO2. Y-in NO2 olduğu variantları götürürük. Cavab ya A-dır, ya da D. Deməli, reaksiya tənliyinə baxırıq. Neçə mol Y alınıb? 2 mol Y alınıb. 2 mol NO2 alınanda, deməli 2 mol da NO reaksiyaya daxil olur. 1 mol da O2 reaksiyaya daxil olur. Başlayaq X maddəsindən. 4 mol X maddəsi reaksiyaya daxil olub, 3 molu artıq qalıb. Deməli, neçə mol reaksiyaya daxil olub? 1 molu. Onda X maddəsi oldu O2. Cavab da oldu A variantı. Keçək indi Z-də baxaq. 3 mol Z reaksiyaya daxil olub, 1 molu artıq qalıb. Neçə mol reaksiyaya daxil oldu? 2 mol. 2 mol da NO reaksiyaya daxil olub. Z də oldu NO. Cavabımız da oldu A variantı. 36-cı sual. 2 dəqiqədə 16 mol N2 sərf olunursa, reaksiyanın azota, hidrogenə, amonyaka görə sürətlərini hesablayın. Qabın həcmini də verib 10 litr. Gəlin veriləri yazaq. 36-cı sual. Zamanı bizə verib, taunu bizə verib 2 dəqiqə. Baxın uşaqlar, mən demişdim ki, dəqiqəni saniyəyə çevirin, amma mola baxırıq. Sürətdə bizə istəyir ki, sürəti dəqiqə ilə hesablayaq. Ona görə 2 dəqiqə yazırıq. Zamanı elə yazırıq 2 dəqiqə. Daha sonra N2-nin mol miqdarını bizə verib. Nü N2 bərabərdir delta nü. Sərf olunan delta nüdür uşaqlar. Sərf olunan N2-nin mol miqdarını bizə verib 16 mol. Daha sonra həcmi də verib. Qabın həcmi də uşaqlar dəyişmir, 10 litr. İndi biz tapacağımız V nədir uşaqlar? N2-yə görə V olacaq. Çünki bizim N2-yə görə N2-nin sərf olunan mol miqdarını verib. Və N2 bərabərdir. Deməli, sərf olunan mol miqdarının
qabın həcmi vurulsun zamanı olan nisbəti. İxtisar getdi 8 dəfə. Deməli N2-yə görə sürət neçə oldu? 0,8 oldu. 0,8 olan variantları götürürük. İndi reaksiyaya baxır uşaqlar. N2-yə görə sürət 0,8-dirsə, onda uşaqlar 1 mol N2 3 mol H2 ilə reaksiyaya daxil olursa, H2-yə görə sürət də N2-yə görə sürətdən 3 dəfə çoxdur demək. Demişdim ki, mol nisbəti hələ sürət nisbətinə bərabərdir. Baxın burada sürət molla düz mütənasib asılıdır. Davam edirik. Onda H2-yə görə sürət nə qədər olacaq? 0,8-i 3-ə vuranda H2-yə görə sürət də oldu 2,4. 2,4 olan variant cavab da oldu Y variantı. NH2-yə görə sürət neçə olacaq? 0,8-i 2-yə vuranda 2 dəfə artıqdır axı NH2-nin mol miqdarı N2-nin mol miqdarından 1,6. Gördük uşaqlar, hər birinin sürətini hesabladıq. Necə hesabladıq? Mol miqdarına uyğun hesabladıq. Bir dənə N2-nin sürətini bilməklə digər maddələrin sürətini hesablamamız artıq çox-çox sadələşdi. Keçirik indi 37-ci suala. Eyni tipdə sualda yenə baxın bizə mol bölünsün litr vur dəqiqəni istəyir. Ona görə zamanı çevirmirik. Gəlin 37-ci sualı yazaq. Bizə zamanı verib, daha doğrusu zamanı verib 4 dəqiqə. Saniyə çevirmirik. N2'nin mol miqdarını verib, N2 bərabərdir 10'a 36 mol. Reaksiyanın deməli qabın həcmini verib 10 litr. V həcm də bərabərdir 10 litr. Deməli reaksiyada azota, hidrogenə bir də amoniyaka görə sürətlər istəyir bayaqki kimi. İlk öncə azota görə sürəti tapırıq. Çünki bizə azotun mol miqdarını verib 36 mol. N bölünsün, V vurulsun, delta T. İxtisar getdi 9 dəfə, 0,9. Deməli azota görə sürəti müəyyən elədik 0,9. Davam edirik. Uşaqlar, dedim ki mol miqdarına düz mütənasib asılır. Azota görə sürət 0,9-dursa, onda hidrogenə görə sürət olacaq 2,7, 3 dəfə çox. Amoniyaka görə olan sürət də olacaq 2 dəfə çox, 1,8. Deməli hidrogenə görə 2,7, amoniyaka görə 1,8. Cavab da oldu A variantı. Keçirik 38-ci suala. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Variantından başlayırıq. Azotun qatılığı 2 dəfə artdıqda reaksiyanın sürəti də 2 dəfə artır. İlk öncə dedim ki, reaksiyanın sürəti qatılıqdan da asılıdır uşaqlar. Təzyiqdən də asılıdır. İndi reaksiyanın sürətinin qatılıqdan asılı olan düsturuna əsasən hər iki reaksiya üçün hesablayaq. 38-ci sual. Birinci reaksiya uşaqlar N2 üzərinə gəlinsin O2. Reaksiya nəticəsində alındı 2 mol NO. İkinci reaksiyamız nədir? N2 üzərinə gəlinsin 3 mol H2. Reaksiya nəticəsində alındı 2 mol NH3. İndi sürətin qatılıqdan asılı olan düsturunu yazıram. V bərabərdir K vurulsun. K uşaqlar sürət sabitdir. Yəni o məsələyə əsasən hesablanır. Hər ikisində K nə olacağına görə bizim məsələmizə təsir eləmir. S1 vurulsun S2. Gördüyünüz uşaqlar, deməli S1 nədir? Qatılıqları bir-birinə vururuq. S1 üstü A, S2 üstü B. Əmsallarda yuxarısında yazırıq. Əmsal üstü şəklini yazırıq. Gəlin indi yerinə qoyaq. V bərabərdir K vurulsun. S1 yəni SN2-nin qatılığı. SN2-nin qatılığı. Əmsalı 1 olduğuna görə üstü elə 1, heç bir şey yazmırıq. Vurulsun. S2 nədir? Oksigen. S oksigenin qatılığı əmsal yazılmır. İndi gəlin eynisini yazırıq ikinci reaksiya üçün. V bərabərdir K vurulsun K eynidir. SN2 üstü heç bir şey yazılmır. Vurulsun SH2. Əmsalı H2, əmsalı 3 olduğuna görə H2 üstü 3. Gördüyünüz indi deyir ki azotun qatılığı 2 dəfə artdıqda. Bu azotun qatılığını burada 2 dəfə artdıqda reaksiyanın sürəti də 2 dəfə artacaq. Doğrudur. Yenə burada da azotun qatılığını 2 dəfə artırsam mən reaksiyanın sürəti də 2 dəfə artacaq. Gördünüz? Çünki azotla reaksiyanın sürəti bir-birinə düz mütənasibdir. Əgər burada desəydi hidrogenin qatılığını 2 dəfə artır, 2 üstü 3, onda sürət də 8 dəfə artardı. Gördünüz? Azotla düz mütənasib asıllıq olduğuna görə azotun qatılığı nə qədər artır, reaksiyanın sürəti də o qədər artır. Ona görə A-nı yazırıq ortaya. Hər iki reaksiya üçün ödəndi. Daha sonra baxaq, azotun qatılığının artırılması tarazlığı sağa yönəldir. Qatılıqla olan işimizi qurtaraq, daha sonra keçək təzyiqə. D variantını oxuyuram. Azotun qatılığı artanda uşaqlar, reaksiyaya daxil olan maddələrin qatılığı artanda reaksiya sağa doğru. Çünki məsələn azotla oksigenin qatılığı artır, onlar daha çox reaksiyaya daxil olur, daha çox NO əmələ gətirir. Ona görə başlanğıc maddənin qatılığı artanda reaksiya sağa doğru, reaksiya məhsulunun qatılığı artanda isə reaksiya sola doğru yönələcək. Həmçinin azotun qatılığı, hidrogenin qatılığı artanda reaksiya sağa doğru, NH3-ün qatılığı artanda reaksiya sola doğru yönələcək. Yəni başlanğıc maddənin qatılığını artıranda sağa doğru daha çox məhsul əmələ
gələcək. Məhsulun qatılığını artıranda reaksiya dönər reaksiya olduğuna görə reaksiya sola doğru yönələcək. Baxın, bu da dönərlik işarəsidir. Hər iki tərəfə reaksiya gedə bilir. Deməli, hər iki reaksiyada azot başlanğıc maddə olduğuna görə qatılıq artanda reaksiya sağa doğru yönələcək. D variantı da getdi ortaya. İndi keçirik təzyiqlə olan düstura baxırıq. Təzyiqlə olan düstura keçirik. V bərabərdir. Yenə K vurulsun. PN2 üstündə heç bir şey yazılmır. Deməli O2 yenə heç bir şey yazılmır çünki əmsalımız yoxdur. Təzyiqlə asılılıqda elə qatılıqla asılılıq kimi düz mütənasibdir. V bərabərdir. K vurulsun. PN2 üstü heç bir şey yazılmır. PH2 üstü 3 yazılır çünki əmsalı 3'dür. Azotun B variant. Təzyiqin dəyişməsi tarazlığın yer dəyişməsinə təsir etmir. Doğrudur. Doğru deyəndə hansına gedir ona baxaq. Uşaqlar, təzyiq deyəndə siz maddələrin qaz halında olan maddələrin mol miqdarına baxırsınız. Məsələn, karbonun təzyiqindən danışmaq olmaz. Karbon bərk halında maddədir. Reaksiyaya baxırıq ki, bütün reaksiyaya daxil olan maddələrdə, alınan maddələrin də hamısı qaz halındadır. Və bunların özünə məxsus mol miqdarı var. Qaz halında olan maddələrin mol miqdarı təzyiqlə düz mütənasib asılıdır. Reaksiyaya neçə mol qaz qarışığı daxil olub? 1 mol N2 daxil olub, 1 mol da O2 daxil olub. Deməli, reaksiyaya daxil olan qazların həcmi, daha doğrusu mol miqdarı 2 moldur. Onda həcmi də olacaq 2 vurulsun 22,4 litrdə. Həcmə çevirəndə də mol nisbəti ilə həcm nisbəti bir-birinə bərabərdir uşaqlar. Siz bunu mol kimi düşünün. Tutaq ki 1 litr azot daxil olub, 1 molla götürək, sonra 22,4'ə vurmaq istəsəz vurarsınız. Tutaq ki 1 mol hidrogen, tutaq ki deyəndə reaksiyaya 1 mol hidrogen daxil olub, 1 mol da oksigen. Yəni 2 mol qaz reaksiyaya daxil olub və reaksiya nəticəsində də 2 mol NO əmələ gəlib. Digər reaksiyaya keçirik. 1 mol azot daxil olub, 3 mol hidrogen, reaksiyaya 4 mol qaz daxil olub. Reaksiya nəticəsində alınıb 2 mol qaz. Uşaqlar, reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qazların mol miqdarı, yəni həcmləri bir-birinə bərabərdirsə, o qazın istəyirsən N2'nin təzyiqini burada 5 dəfə artır. Onda deməli tarazlığın yer dəyişməsinə təsir etmir. Çünki NO-nun da təzyiqi artacaq. Bərabərdirlər deyə ikisinin də təzyiqi bərabər miqdarda artacaq və beləliklə tarazlığın yer dəyişməsinə təsir etməyəcək. 1'ə getdi B. Deyir ki, ikinciyə keçirik. Niyə etmədiyini gördünüz uşaqlar. Reaksiyada onsuz da 2 mol qaz qarışığı daxil olub, 2 mol da NO əmələ gəlib. Mən burada təzyiqi 2 dəfə artırsam, burada da gərək 2 dəfə artırım. Avtomatik sürət də 2 dəfə, sürətlə təzyiqlə sürətin asıllığını istəmədi. Tarazlığın yer dəyişməsini istədi bizdən. Tarazlığın yer dəyişməsindən danışırsa uşaqlar, təzyiq 2 dəfə, sağ tərəfi də neçə dəfə artırsam, sol tərəfi də o qədər az artıracağam. Yəni tarazlığın yer dəyişməsinə heç bir təsir göstərməyəcək. Amma məsələn 4-2 olanda bir tərəfə təzyiqin, məsələn uşaqlar, təzyiq hansı tərəfdə çoxdursa, məsələn burada 4 mol qaz qarışığı var da, təzyiq daha çoxdur. Qaz qarışığını tutaq ki, uşaqlar, qabın içərisində burada 4 mol qaz var. Qazın divarlara göstərdiyi təzyiq daha çox olar. Yoxsa tərkibində 2 mol qaz olan qazın divarlara göstərdiyi təzyiq daha çox olar. Əlbəttə ki, 4 mol olanın təzyiqi daha çox olar. Deməli, mən təzyiqi artırsam, reaksiya bu istiqamətdə, təzyiqi azaltsam, reaksiya bu istiqamətdə gedəcək. İnşallah nə demək istədim sizə tam aydın oldu uşaqlar. Təzyiqi artırıram, burada onsuz da təzyiq çoxdur. Tarazlıq sağa doğru. Təzyiqi azaltsam, burada təzyiq çoxdur, burada azdır deyə avtomatik bu istiqamətə doğru, sola doğru hərəkət eləyəcək. Davam edirik. Təzyiqi 2 dəfə artırılması, artıq burada sürətdən danışır. Deyir, reaksiyanın sürəti 16 dəfə artar. Gəlin birinci reaksiya V bərabərdir. Təzyiqi 2 dəfə artıranda N2'nin təzyiqində 2 dəfə artırmış oluruq. PN2. Onda O2'nin təzyiqində 2 dəfə artırmış oluruq. 2 vurulsun PO2. Ümumilikdə təzyiq reaksiyanın sürəti neçə dəfə artdı? 4 dəfə artmış oldu. Keçirik ikincisinə baxmağa. V bərabərdir K vurulsun. N2'nin sürətini 2 dəfə artanda ilə 2 PN2 yazacaq. H2'nin sürətini 2 dəfə artıranda 2 PH2 üstü 3. 2 üstü 3 neçə elədi uşaqlar? 8 PH2 üstü 3. Daha sonra K vurulsun 2 PN2. 2 dəfə 8 16 dəfə 16 V bərabərdir. K vurulsun PN2 vurulsun PH2. Deməli sürət neçə dəfə artmış oldu? 16 dəfə artmış oldu. C variantı da getdi 3'ə. Uşaqlar, birazdan indi hal-hazırda sürət haqqında məsələlər işləyirik. Birazdan tarazlıq məsələlərinə keçəndə artıq siz üçün tarazlıq hissəsi, təzyiq dəyişəndə necə olur, qatılıq dəyişəndə necə olur tam şəkildə aydın olacaq. 1'ə B, 2'ə A, D, 3'ə C. Cavaba baxırıq. Cavab da oldu A variantı.
39-cu sual. Reaksiyaya daxil olan maddələr maddələrin qatılıqlarını verib, maddələr arasında gedən reaksiyanın sürətini də verib. Reaksiyanın sürət sabitini hesablamamızı istəyir. 9-cu sual. Uşaqlar, gəlin ilk öncə reaksiyanı yazaq. Reaksiyaya daxil olur x2, üzərinə gəlinsin 2 mol y. Uşaqlar, qaz halında, bura diqqət. 2 mol x, y qaz halında. Deməli, maddələrin qatılıqlarını bizə verib 0,1, 0,3 və maddələr arasında gedən reaksiyanın sürətini də bizə verib. V bərabərdir K vurulsun qatılıqla sürət arasındakı düstur. Cx2, əmsal yoxdur, üstü heç nə yazmırıq. Cy üstü 2. Çünki y-in əmsalı 2-dir. İndi veriləri bir-bir yerinə yazırıq. 9 vurulsun 10 üstü -3 bərabərdir. Sürət sabitini istəyir. K vurulsun. X-in qatılığını bizə verib 0,1. Y-in qatılığını da verib 0,3 üstü 2. Davam edirik. 9 vurulsun 10 üstü -3 bərabərdir. K vurulsun 10 üstü -1 vurulsun 0,9 uşaqlar. 9 vurulsun 10 üstü -2'dir. İxtisarlarımızı aparıq. 9'lar getdi. 10 üstü -3'lər getdi. K da bərabərdir 1. Sürət sabitini müəyyən elədik. 1 cavab da oldu. C variantı. Keçirik 40-cı suala. Reaksiyada kinetik əyirlərinə əsasən nə doğrudur? Reaksiya axıra qədər getmişdir. Reaksiya doğrudur, axıra qədər gedib. Çünki baxın, bütün maddələr gəlib sıfıra çatıb. Bütün başlanğıc maddələrin mol miqdarları gəlib sıfıra çatıb. Hamısı sərf olunub. Reaksiya axıra qədər gedib. 1 doğrudur. 2'ye keçirik. Reaksiyaya daxil olan maddələrdə oksigen atomlarının sayı. Reaksiyaya daxil olur NO2, su daxil olur, bir də oksigen daxil olur. NO2'nin tərkibində 2 dənə oksigen var. H2O-nun tərkibində 1 dənə oksigen var. O2'nin tərkibində də 2 dənə oksigen var. Ümumilikdə uşaqlar reaksiyaya daxil olan deməli NO2'nin miqdarı nə qədərdir? Reaksiyaya daxil olan NO2'nin miqdarı 4 moldur. Onda 4 mol NO2'nin tərkibində 8 dənə oksigen olacaq. Reaksiyaya daxil olan H2O-nun miqdarı 2 moldur. 2 mol H2O-nun tərkibində 2 dənə oksigen atomu olacaq. Reaksiyaya daxil olan 2 dənə O2 nə yazmışam? Bura 2 dənə O. O2'nin tərkibində 2 dənə oksigen atomu var axı, molekul yox. Deməli 1 molda O2 daxil olduğuna görə 1 mol O2'nin tərkibində də 2 dənə oksigen atomu var. Ümumilikdə oksigen atomlarının sayı neçə elədi? 12 dənə. Atomların sayını birbaşa 12 kimi yazmaq olmaz. Qarşısına Na da yazmalıyıq. 12 Na sayda oksigen atomları var. Doğrudur. Reaksiyaya girən maddələrin hamısında birlikdə 12 Na sayda oksigen atomu var. 3'e baxırıq. Reaksiyaya daxil olan maddələrin ümumi kütləsi 284 qramdır. Reaksiyaya uşaqlar, bayaq da dedim, 4 mol NO2 reaksiyaya daxil olur. 2 mol H2O reaksiyaya daxil olur. 1 mol da O2 reaksiyaya daxil olur. Gəlin kütlələrini hesablayaq. HNO3'ün kütləsini bizə verib 63 qram. Uşaqlar, heç kütlələri hesablamağa ehtiyac yoxdur. Diqqətlə baxın. Maddə kütləsinin saxlanılması qanunu. Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddənin kütləsinin cəminə bərabərdir. Reaksiya nəticəsində nə alınıb uşaqlar? 4 mol HNO3 alınıb. Düzdür, demək 4 mol HNO3'ün kütləsi elə bu maddələrin hamısının kütləsinə bərabərdir. 4 mol HNO3'ün əmərini də bizə verib 63. 1 mol HNO3'ün əməri 63 qramdırsa 4 molun da əməri olacaq. 4 vurulsun 63. 4 də böyük 12. 1 yadda 24, 25, 252 qramdır reaksiyaya daxil olan maddələrin kütləsi. Çünki reaksiya nəticəsində alınan maddələrin kütləsi 252 qram oldu. Deməli B variantı 3 yanlışdır. Cavabımız da oldu B variantı. 41-ci sual. İndi deyir ki, hansı doğru deyil? Yuxarıdakı ilə eynidir. Reaksiya axıra qədər gedib doğrudur. Reaksiya daxil olan doğrudur. Reaksiyada uşaqlar 252 qramdır. Reaksiya daxil olan maddələrin kütləsi. Ona görə 3 yanlışdır. Yalnız 3 cavab oldu Y variantı. 42-ci sual. Reaksiyanı verib X, Y, Z maddələrinə görə reaksiyaların sürətləri üçün hansı bərabərlik doğrudur? Gəlin baxaq uşaqlar. Reaksiyanı ilk öncə yazaq. X qaz halında, üzərinə gəlinsin M, Y qaz halında. Reaksiya nəticəsində alınıb K, Z qaz halında. İndi diqqətlə baxın. 4 mol X başlanğıcda götürülüb, 3 mol artıq qalır. Neçə mol X reaksiyaya daxil oldu? 1 mol X reaksiyaya daxil oldu. Deməli, alınan Z alınan maddədir uşaqlar. Neçə mol Z alınıb? 2 mol Z alınıb. Z-in də mol miqdarını müəyyən elədi. Keçirik indi 3-cüyə, Y-ə.
Uşaqlar 3 mol Y götürmüşük. Hamısı reaksiyaya sərf olunub. Deməli 3 mol Y də reaksiyaya sərf olunub. İndi mol miqdarına əsasən gəlin bir daha düzək. N oldu 1, X üzərinə gəlinsin. M oldu 3, 3Y bərabərdir. Reaksiya nəticəsində alınır 2 mol Z. Deməli, mol miqdarını müəyyən elədik. Deyir ki, sürətləri müəyyən eləyin. Tutaq ki, X-in sürəti V-dirsə, Y-in sürəti olacaq 3V, Z-in sürəti olacaq 2V. Dedim ki, mol miqdarları ilə düz mütənasib asılıdır. İndi bir-bir variantlara baxırıq. Birinci, VY bərabərdir 3VX. VY nədir uşaqlar? 3V. 3V bərabərdir. VX nə idi? V. 3 vurulsun V. Bərabərdir, doğrudur, 1 doğrudur. Keçdi indi 2-yə. VZ bərabərdir VY. VZ-in sürəti nə qədərdir? 2V, VY-in sürəti nə qədərdir? 3V bərabərdir. 2 yanlışdır. Keçirik indi 3-ə. VZ bərabərdir 3VX. 3-ü yazırıq. VZ bərabərdir 2VX. VZ nədir uşaqlar? 2V'dir. 2V bərabərdir 2 vurulsun V. Doğrudur, bərabərdir. 3 də doğrudur. VX bərabərdir 2VZ. Xeyr uşaqlar. VZ bərabərdir 2VX. 4 də yanlış. Cavab oldu 1 və 3. 43-cü sual. Reaksiyasında sürətləri üçün hansı bərabərlik doğrudur? Bayaqki sualın ilə eyni tipdə sualdır. Gəlin ilk öncə reaksiyanı yazmaqdansa gəlin elə mol miqdarlarını üzərində yazaq. Deməli uşaqlar, bizə deyir ki, alınan Z maddəsinin mol miqdarını bizə verib 1 mol Z maddəsi alınıb. Z-i üzərinə yazırıq 1. Daha sonra keçirik X-ə 3 mol X maddəsi götürmüşük. 3 mol X-dən 1 molu artıq qalır. Neçə mol X maddəsi reaksiyaya daxil olur? Baxın 1 molu artıq qalır. Neçə mol reaksiyaya daxil oldu? 2 mol da X maddəsi reaksiyaya daxil oldu. İndi müəyyən elədik 2. Keçirik indi Y-ə. Deməli 1 mol X götürmüşdük. Hamısı tam sərf olunur. Y-in də mol miqdarını müəyyən elədik 1. İndi gəlin reaksiyanı sol tərəfdə yazaq. 43-cü reaksiya 2 mol X üzərinə gəlinsin. 1 mol Y reaksiyaya daxil olur. Reaksiya nəticəsində alınır Z maddəsi. Sürətləri yazaq. Uşaqlar, tutaq ki, Y-in sürəti V-dirsə, Z-in də sürəti V olacaq. Çünki mol miqdarı ilə düz mütənasib asılıdır. X-in də sürəti olacaq 2V. Sürətləri də müəyyən elədi. Gəlin indi variantlara baxaq. Vx bərabərdir Vy. Xeyr uşaqlar, Vx 2V'dir, Vy V'dir. Bir doğru deyil. Vx bərabərdir 2Vy. Vx nə idi uşaqlar? 2V. 2V bərabərdir 2 vurulsun. Vy nə idi? V. 2V bərabərdir 2V. 2 doğrudur. VZ bərabərdir VY doğrudur. VY bərabərdir VZ. 2VZ xeyr uşaqlar yanlışdır. 44-cü sual. X üzərində gəlsin Y bərabər Z reaksiyasında X maddəsinə görə sürəti bizə verib 1. Vx. X maddəsinin başlanğıc qatılığını da verib. Neçə saniyədən sonra qatılığı? Uşaqlar, S başlanğıc qatılığı verdi. S son qatılığı verdi. Reaksiyaya sərf olunan qatılıq, yəni delta S də bərabərdir. 2,5-dən 1,5 çıxanda 1 qaldı. Deməli, reaksiyaya sərf olunan qatılıq da oldu 1 mol bölünsün litr. Reaksiyanın deməli nə X maddəsinə görə sürətini istəyir. Sürətini verib daha doğrusu. Və X-i də bizə verib 1 mol bölünsün litr vur saniyə. Neçə saniyədən sonra delta tau bərabərdir sual. Neçə saniyədən sonra deyir ki, X-in qatılığı 1,5 mol bölünsün litr olur. Uşaqlar, hamısını müəyyən elədik. Gəlin düsturda yerinə yazaq da. 44-cü sualı yazırıq. V bərabərdir delta S bölünsün delta tau. Deməli, V də burada. V-ni bizə verdi 1. 1 bərabərdir 1 bölünsün delta tau. Delta tau da uşaqlar buradan bərabərdir 1. Deməli, 1 saniyədən sonra qatılıq 1,5 mol bölünsün litr olacaq. Keçirik 45-ci suala. Elə eyni tipdə sual uşaqlar eyni şəkildə də həll olunur. Sürəti bizə verib 45-də. Sürəti bizə verib və X maddəsinin sürətini verib 5 mol bölünsün litr vur saniyə. İlkin qatılığı verib başlanğıc qatılıq. S başlanğıc qatılıq bərabərdir 40 mol bölünsün litr. Reaksiyadan sonraki qatılığı da verib. Yəni S son qatılığı da bizə verib 10 mol bölünsün litr. Onda delta S-ni tapmağa nə var? Delta S bərabərdir 40 çıxılsın 10. Başlanğıc qatılıqdan sərf olunan sondakı qatılığı çıxırıq. 40 çıxılsın sonra sərf olunan qatılığı, yəni delta S-ni müəyyən edirik. 30 mol bölünsün litr. Bizdən delta T-ni istəyir. Neçə saniyədən sonra deyir. Gəlin sürət düsturunda yerinə yazaq və bərabərdir delta S bölünsün delta tau. Deməli, V neçədir? 5 bərabərdir. Delta S neçədir? 30 bölünsün delta tau. Delta tau da uşaqlar buradan bərabərdir 6. 6 saniyədən sonra qatılıq 10 mol bölünsün litr olacaq. 46-cı sual.
T1, T2 temperaturlarında gedən reaksiyaların V2 bölünsün V1 nisbətini bizə verib X. Reaksiyada temperatur əmsalını da verib, temperatur dəyişməsini də verib, yəni delta T-ni də verib. Uşaqlar, biz düsturu bilirdik də, düstur nə idi 46-cı sualda? Van Tov qaydasına görə sürətin temperaturdan asılı düsturu V2 bərabər idi, V1 vurulsun. Deməli, temperatur əmsalının üstündə yazırıq, delta T, yəni T2 çıxılsın T1 bölünsün 10. Deyir, temperaturu hən 10 dərəcə Selsi artırdıqda reaksiyanın sürəti 2-4 dəfə artmış olur. V2 bölünsün V1 nisbətini bizə verir. V2 bölünsün V1 bərabərdir X. Onda X bərabərdir. Elə bu V1'i salırıq da V2'nin aşağısına. X bərabərdir. Temperatur əmsalını da verib 3 üstü T2 çıxılsın T1 də verib 10 bölünsün 30 bölünsün 10 ixtisarımızı aparırıq. X də bərabərdir 3 üstü 3 bərabərdir V2 çıxılsın V1 də oldu 27. Gördük uşaqlar, cavabı da elədik 27. Temperatur əmsalı Van Tov qaydasına əsasən düsturu yerinə yazdıq. Hər 10 dərəcə Selsi artanda sürət 2-4 dəfə artır düsturunu yerinə yazanda artıq cavabı müəyyən eləmiş olduq. Keçirik 47-ci suala. Qrafikə əsasən sürətin temperatur əmsalını bizə verib 4-ə bərabərdir. Gəlin 47-ci sualı yazaq. Temperatur əmsalı bərabərdir 4. Reaksiyada son temperaturu müəyyən edin. Biz niyə bayaq zamanı uşaqlar tau ilə yazırdıq? Çünki temperatur da T ilə yazılır. Başımız qarışmasın. T2 bərabərdir sual T2'ni istəyir. Gəlin qrafikə baxaq. Uşaqlar, qrafikə diqqətlə baxın. V1'i bizə verib 0,2. V1 bərabərdir 0,2 mol bölünsün litr vur saniyə. V2'ni verdi 3,2. V2 bərabərdir 3,2. 3,2. T1'i verib bizə T1 bərabərdir 70 dərəcə. T1 bərabərdir 70 dərəcə Selsi. T2'ni tapmamızı istəyir. T2 də bərabərdir sual. İndi gəlin düsturda yerinə yazaq. V2 bərabərdir V1 vurulsun. Temperatur əmsalının üstündə T2 çıxılsın T1 bölünsün 10. Bütün verilərləri yerinə yazırıq. V2 nədir? 3,2 bərabərdir 0,2 vurulsun. Temperatur əmsalı 4 üstü T2 çıxılsın 70 bölünsün 10. İxtisarlarımızı aparırıq. 3,2 ixtisar getdi 16 dəfə. 4 üstü 4, 4 üstü 2 üstüm. 16 4 üstü 2'dir. 16 4 üstü 2'dir. 4 üstü 2 bərabərdir. 4 üstü T2 çıxılsın 70 bölünsün 10. 4'lər ixtisar gedir. T2 üstləri bərabərləşdiririk. T2 çıxılsın 70 bölünsün 10 bərabərdir 2. Davam edirik. T2 çıxılsın 70 bərabərdir 20. T2 nəyə bərabər oldu uşaqlar? T2 də oldu 90. Deməli, ikinci temperaturumuz da oldu 90 dərəcə Selsi. Keçirik 48-ci suala. 48. Deməli, qrafikə əsasən oksigenin qatılığının zamandan asılı qrafikini verilib. Oksigenə görə sürət bizə verilib 0,14. Oksigenin deməli qatılığını da verib, başlanğıc qatılığı. X-i hesablayın, oksigenin sondakı qatılığını istəyir. Diqqətlə qrafikə baxırıq, 48-ci sualı yazırıq. Oksigenin bizə başlanğıc qatılığını verib. Başlanğıc qatılığını yox, temperatur 10 saniyədə olan qatılığını bizə verib. Tutaq ki, götürək başlanğıcı 10 saniyə reaksiya gedəndən sonra. Başlanğıc qatılığı götürdük, S başlanğıc götürdük 5,6. Sonra 20 saniyə zaman sərf olunur. 10'dan 30'a gəlmək üçün 20 saniyə zaman sərf olunur. 20 saniyədən sonra o 2'nin qatılığını bizə verir X. Yəni 20 saniyə. Zamanı götürürük 20 saniyə. Bərabərdir 20 saniyə. Reaksiya uşaqlar 30 saniyə gedib. Amma biz 20 saniyəsi üçün hesablayırıq. Sıfırdan başlayanda 30 saniyə getmiş olur da. Biz 20 saniyəyə görə hesablayırıq. Çünki başlanğıc qatılığı 10 saniyəyə görə götürdü. Onda son qatılıq oldu X. Bizdən olsa X hesablamamızı istəyir. Daha sonra sürəti də verib. Delta T'ni bildik 20 saniyə. Sürəti də bizə verib 0,14. Gəlin indi veriləri yerinə yazaq. V bərabərdir delta S, yəni başlanğıc qatılığından sondakı qatılığı çıxanda delta S-ni sərf olunan qatılığı tapırıq. Bölünsün delta tau. İndi V ilə T'yə əsasən delta S-ni müəyyən eləyək. Delta S buradan bərabərdir. V bulunsun T. V bərabər 0,14. T də bərabərdir 20 saniyə. Vergül birdən sağa getdi. 2,8.
Deməli 2,8 mol bölünsün litr sərf olunan qatılıqdır. Başlanğıc qatılıqdan, başlanğıc qatılıq 5,6. Sərf olunan qatılığı çıxanda, başlanğıc qatılıqdan sondakı qatılığı çıxanda, sondakı qatılığımız nə qədərdir? X. Sərf olunan qatılığı tapmış oluruq uşaqlar. Çünki başlanğıc qatılığımızı bilirik. Sonda artıq qalan qatılığın miqdarı da x-dir. Onda sərf olunan qatılıq nə qədərdir? Onu tapa bilərik də. Bayaqdan bu tipdə suallar həll edirik. X də bərabərdir 5,6 çıxılsın 2,8 bərabərdir 2,8. Deməli x-i də müəyyən elədik 2,8. 30-cu saniyədə oksigenin qatılığı oldu 2,8 mol bölünsün litr. Keçirik indi 49-cu sual. Elə eyni tipdə sualdır. Hələ uşaqlar baxın, elə burada 2,8 sürəti sadəcə fərqli verib. Gəlin hesablamamızı aparaq 49-cu sualda. Sürəti bizə verdi 0,21 mol bölünsün litr vur saniyə. Oksigenin zamandan asılı qrafik. Uşaqlar diqqətlə baxın. Reaksiyanı götürürük başlanğıc qatılığı saniyə olanda 10 saniyə. Yəni 10-cu saniyədə biz götürək başlanğıc qatılıq. S başlanğıc qatılıq bərabərdir x 10-cu saniyə üçün. Uşaqlar, əgər 10-cu saniyədən 30-cu saniyəyə qədər temperatur dəyişməsi delta tau nəyə bərabər oldu? 20 saniyə. 10 saniyədən 30 saniyəyə gələndə 20 saniyə zaman keçmiş olur. Deməli delta tau da müəyyən elədik. Delta tau da oldu 20 saniyə. Başlanğıcı 10 saniyədən götürdük bayaqki kimi. 30-cu saniyədə, yəni sondakı qatılığı nə qədər oldu oksigenin? Deməli, oksigenin sondakı qatılığı da bərabərdir 2,8. Uşaqlar, V, T-yə əsasən delta S-ni müəyyən eləyək. Yəni, sərf olunan qatılığı. Başlanğıc qatılıqda sərf olunan qatılıq. Uşaqlar, S başlanğıc qatılığı da bərabərdir. Sondakı qatılığın üzərinə gələrək delta S-ni, yəni sərf olunan qatılıq. Delta S nəyə bərabərdir? V bərabərdir. Delta S bölünsün delta tau deyil uşaqlar. Delta S də bərabərdir. V vurulsun delta tau. 0-dan %21 vurulsun 20. 0-a getdi. Sıfırlar ixtisar getdi. Vergül sağa getdi. 4,2. Deməli, sərf olunan qatılığı müəyyən etdik 4,2. Sondakı qatılığı bizə verdi 2,8. Sərf olunan qatılığı müəyyən elədik 4,2. İlk başlanğıc qatılığı da deyir x-dir. Başlanğıc qatılığı da x-dir. X bərabərdir 7. Deməli, başlanğıc qatılığı da müəyyən elədik. 49-cu sualda cavab da oldu 7. Keçirik indi neçənci suala uşaqlar? 50-ci suala. 50-ci sual. Temperaturları bizə verib, reaksiyanın sürətini də verib, x-i müəyyən eləyindir. Gəlin x-i bir-bir müəyyən eləyək uşaqlar. Deməli, temperatur 40 dərəcə Selsidən 60, birinci 40 ilə 80 üçün müəyyən eləyək. Temperatur əmsalını tapaq ki, reaksiya asan əldə olunsun. Bilirik ki, temperaturun sürətdən asılı qaydası, Van Tov qaydasının əsasında sürətdən asılılığını müəyyən edirik. 50-ci suala keçdik. Düstur necə idi? V2 bərabərdir. V1 vurulsun. Temperatur əmsalının üstündə T2 çıxılsın. T2 çıxılsın. T1 bölünsün 10'dur. İndi gəlin, baxın. Sürətini verib, reaksiyanın sürətini verib 2, reaksiyanın sürətini verib 32, V1-i də verib, V2-ni də verib. Temperatur dəyişməsini də verib. İndi x-i tapmaq üçün ilk öncə temperatur əmsalını müəyyən eləməliyik. Daha sonra temperatur əmsalını yerinə qoyub x-i tapmalıyıq. Gəlin məsələni həll eləyək. Tutaq ki, V2-ni götürürük, bu olsun V2, bu da olsun V1, bu da T2, T1. Gəlin bir-bir yerinə yazaq. V2 neçə oldu? 32. V1 neçə oldu? 2. Bərabər vurulsun. Temperatur əmsalının üstündə T2 çıxılsın T1. 80 çıxılsın 40 bölünsün 10. Yazaq. İxtisar getdi 16 dəfə. 16 bərabərdir. Temperatur əmsalının üstündə 80-dən 40 çıxanda qalır 40. 40-ı da 10-a böləndə 4. Deməli, qamma üstü 4. 2 üstü 4 bərabərdir. Qamma üstü 4. Onda qamma nəyə bərabərdir? Temperatur əmsalı da oldu 2. 4-lər bərabərdir deyə temperatur əmsalı da oldu 2. Temperatur əmsalını müəyyən eləyəndən sonra indi gəlin 60 dərəcəyə görə 2-ni müəyyən eləyək. 2-yə görə 60 dərəcəni müəyyən eləyək. Deməli, diqqətlə baxın. V2 bərabərdir. Gəlin olsun V2-ni bilirik. V1-i də indi götürək 60 dərəcə. Yuxarıdakı hissəni vuraq. Bura daha bizə lazım deyil. V1-i də götürək baxın x, T2-ni də götürək 60 dərəcə. İndi ona görə x-i hesablayaq. V2 bərabərdir. V1 vurulsun. Temperatur əmsalını artıq bilirik. 2 eyni reaksiyası temperatur əmsalı da eyni olur. 2 üstü T2 çıxılsın T1 bölünsün 10. Temperatur əmsalını müəyyən eləmək üçün ilk öncə bilinən sürətlər və dərəcələrdən istifadə elədik. Daha sonra x-i
mənədir. V2 nədir uşaqlar? V2 32 dərəcə, 32 mol bölünsün litr vur saniyə. V1'i bildik x vurulsun 2 üstü. T2 çıxılsın T1. 80 çıxılsın 60. 80 çıxılsın 60 bölünsün 10. İndi gəlin bu tənliyi həll eləyək. 32 bərabərdir x vurulsun 2 üstü. 80'den 60 çıxanda 20. 20'ni 10'a böləndə 2. 2 üstü 2 4 eləyir uşaqlar. 32 4'e xısar getdi 8 dəfə. X də bərabər oldu 8. Reaksiyanın sürətini nə müəyyən elədik? 8. Bu qədər sadə. Keçirik 51-ci suala. 51-ci sual. Həcmi 2 litr olan məhlulda, yəni qabın həcmini bizə verdi 51-ci sualda. V bərabərdir 2 litr. Qatı sulfat turşusu iştirakı ilə etil spirtindən dietil efiri alınır. Gəlin reaksiyanı yazaq. Etil spirti C2H5OH qatı sulfat turşusu iştirakında H2SO4 qatı. Burada katalizator rol oynuyor. Alındı dietil efiri. Dietil efirinin formulda baxın aşağıda verib. C2H5O C2H5. Bir de reaksiya nəticəsində su ayrılır. H2O. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol əmsallaşdım. Reaksiyanın sürəti efirə görə 0,2 mol bölünsün dəqiqədir. Efirə görə reaksiyanın sürətini verdi. Və efir yazaq bura. Bərabərdir 0,2 mol bölünsün litr vur dəqiqə. Dəqiqə hesablayırıq. Deyir 5 dəqiqə ərzində neçə qram efir alınır? Uşaqlar, həcmi verib, V-ni verib, 5 dəqiqə ərzində taunu verdi, temperatur zaman bərabərdir 5 dəqiqə. Onsuz da bizdən cavabı dəqiqə ilə istəyirdi. Dəqiqə ilə də hesablayacaq. Nə istəyir? Neçə qram? Neçə qram efir alınır? Bilmirik. Tutaq ki, m qram efir alındı. M bərabərdir sual. Uşaqlar, bizim burada C2H5OH bizə lazım deyil. Bu reaksiya lazım deyil. Neçə mol C2H5 deməli efir alınıb, o da lazım deyil. Sadəcə efirin neçə qram olduğunu, yəni neçə qram alındığını müəyyən eləmək lazımdır. Gəlin müəyyən eləyək. Düstur nədir? V bərabərdir. Nü bölünsün, delta nü bölünsün, delta tau vurulsun V. Uşaqlar, nü nə idi? Bunu keçən dəfə də izah elədik. Nü nə idi? Nü m bölünsün m ilə də ifadə olunur da kütlənin molyar kütləyə olan nisbəti V vurulsun delta tau. Bir veriləri yerinə yazaq da. V-ni bildik. V-ni bayaq bizə vermişdi. 0,2. Bərabərdir. Kiçik m müəyyən eləmək istəyir. M bölünsün. Molyar kütləni aşağıda bizə verib 74 qram. Həcmi verib 2 litr. Zamanı da verib 5 dəqiqə. Daha nə versin uşaqlar? 2 dəfə 5 10. Vergül getdi bir dənə sağa. M də bərabərdir 148 qram. Deməli kütləni müəyyən elədik. 148 qram efir alınmışdı. Keçirik indi 52-ci suala. 52-ci sualda uşaqlar baxaq nə istəyir bizdən. Həcmi yenə verib 2 litr. Gəlin 52-ci sualda V-ni yazaq. V bərabərdir 2 litr. Qatı sulfat turşusunun iştirakı ilə etil spirti sirkə turşusundan mürəkkəb efir alınır. Bayaqki kimi reaksiya bizə lazım deyil. Reaksiyanın sürəti bayaqkında da yazdıq. Reaksiya heç bir işimizə yaramadı. İndi yaramayacaq. Reaksiyanın efirə görə sürətini verib və efirə görə sürət nəyə bərabərdir? 0,2 mol bölünsün litr vur dəqiqə. Cavabı dəqiqə ilə hesablayacaq. Taun da onda dəqiqə ilə hesablayacaq. Zaman da bərabərdir 5 dəqiqə. İndi bizə deyir ki, neçə qram efir alınmışdır? Neçə qram m qram efir alınmışdır? Bayaqki kimi düsturda yerinə yazırıq. V bərabərdir. Nü nə idi? Nünü ifadə elədik. M bölünsün molyar kütlə. V vurulsun delta tau. Gördük uşaqlar. İndi V-ni bir veriləri yerinə yazırıq. 2 bərabərdir. Kiçik m bölünsün. Molyar kütləni bizə aşağıda verib 88 qram. Vurulsun. V-ni verib 2 litr. Zamanı da verib 5 dəqiqə. 2 dəfə 5 10. 2 dəfə 188. Bir dəqiqə 0,2. %2 yox. Deməli bizə zaman sürəti verib 0,2. 2 dəfə 5 10 vergüldən sağa atırıq. 2'ni vururuq 188'e 17,6 qram. Vergül də bir dənə sola atdıq. Deməli 17,6 qram bizdə alınacaq efir. Keçirik 53-cü sual. Uşaqlar, reaksiyanı yazmağımız bizim heç bir məna kəsb eləmədi. Ona görə reaksiyanı heç yazmadan əldə edirik. 53-cü sual. 40 dərəcəsi 53-cü sualda bir veriləri yazaq. Reaksiya 40 dərəcə Celsiusdə 10 saniyəyə başa çatarsa, həmin reaksiya hansı temperaturda 5 saniyəyə başa çatar? Reaksiyanın sürətinin temperatur əmsalını bizə verib. Temperatur əmsalı bərabərdir 2. Deməli, tau 1'i bizə verib. Tau 1 bərabərdir 10 saniyə.
Tau 2 nəyə bərabərdir? Tau 2-ni bizə verib 5 saniyə. Demir reaksiya deməli 10 saniyədə, yəni tau 1 olan halda T1 temperatur bərabərdir 40 dərəcə. Bizdən yəni tau 2 olan halda 5 saniyədə T2 bərabərdir sual. T2-ni istəyir. İndi niyə temperaturla zamanı eyni T ilə ifadə eləmədiyimizi gördünüz. Çünki buradakı temperaturlarla zaman bir-birinə qarışmasın. Ona görə zamanı tau 2 ilə ifadə edirik. Uşaqlar, temperatur əmsalı bizə verilibsə, deməli sürətin temperaturdan asıllıq düsturu bizə lazımdır. Bu düsturda Van't-Hoff qaydasından çıxırdı. V2 bərabər idi. V1 vurulsun, temperatur əmsalının üstündə dərəcələr çıxılsın, T2 çıxılsın, T1 bölünsün 10 idi. İndi bizə burada V2 ilə V1 yox, T1 ilə, Tau 1 ilə Tau 2-ni verib. Hesablama necə aparırıq? Uşaqlar, sürət düsturunu artıq hamımız bilirik. V bərabərdir S bölünsün T. T burada nədir? Zamandır, temperatur deyil. Yuxarıdakı T temperaturdur. Sürət düsturunda S bölünsün T, T zamandır. Sürətlə zaman, yəni S bərabərdir VT. Sürətlə zaman bir-birinə tərs mütənasib asılı olduğuna görə reaksiya düsturu aşağıdakı kimi də yaza bilərik də. V2, V1 gələcək onun aşağısına. V2 bölünsün V1 bərabərdir. Temperatur əmsalının üstündə T2 çıxılsın T1 bölünsün 10. Dedim ki, sürətlə zaman tərs mütənasibdir. Deməli, V2 bölünsün V1 bərabər olacaq Tau 1 bölünsün Tau 2. Tərs mütənasib oldu. V2 bölünsün V1, Tau 1 bölünsün Tau 2. Gəlin onda düsturu belə ifadə eləyək də. Düsturu belə ifadə eləyək də. Uşaqlar, Tau 1 bölünsün Tau 2. Tərsinə yazdım. V2 bölünsün V1. Temperatur əmsalının üstündə T2 çıxılsın T1 bölünsün 10. Gördünüz uşaqlar, tərsinə yazdım. Sürət düsturunu zamandan ifadə elədim. Düz deyil. İndi gələk Tau 1-i, Tau 2-ni yerinə yazaq. Cavabı tapaq da. Tau 1 neçədir? 10-dur. 10 bölünsün. Tau 2 neçədir? 5 bərabərdir. Temperatur əmsalını bizə verib 2. T2-ni bilmirik. T2 çıxılsın. T1-i bizə vermişdi 40 dərəcə. Bölünsün 10. 2 bərabərdir 2 üstü T2 çıxılsın 40 bölünsün 10. 2 üstü 1 olduğuna görə 2'lər ixtisar gedir. Üstləri bərabərləşdiririk. T2 çıxılsın 40 bölünsün 10 bərabərdir 1. T2 çıxılsın 40 bərabərdir 10. T2 də uşaqlar buradan bərabərdir 50 dərəcə Selsius. Gördük uşaqlar, temperaturda belə müəyyən elədik. Sürət düsturunu zamanla əvəz elədik. Çünki sürətlə zaman bir-birləri ilə tərs mütənasib asıllığa malikdir. Keçirik indi 54-cü suala. Reaksiyanın deməli başladığı anda 10 saniyə sonra O2-nin qatılığı 0,2 mol bölünsün litr olub. Reaksiyanın oksigenə görə sürətini verib, O2-nin başlanğıc qatılığını istəyir. Gəlin 54-cü sualı bir yazaq. Reaksiyanı yazaq. 2 mol CO O2 ilə reaksiyaya daxil olur. Temperatur iştirakında 2 mol CO2 əmələ gəlir. Deməli, reaksiya başladıqdan 10 saniyə sonra Tau-nu bizə verib 10 saniyə. O2'nin qatılığını bizə verdi. Deməli, reaksiya başladıqdan 10 saniyə sonra o 0,2. O2'nin qatılığını verdi 0,2. Deməli, son qatılığı biz bildik 0,2. Reaksiyanın oksigenə görə sürəti, biz oksigenə görə onsuz da qatılıq tapmışıq. Oksigenə görə qatılıq onsuz da tapmışdıq. Oksigenə görə sürət də bərabərdir 0,3. İndi uşaqlar bizə nə istəyir? S başlanğıc qatılığı bizdən istəyir. Başlanğıc qatılıq bərabərdir sual. Uşaqlar bizə temperatur nədir? Zamanı da verib. Sürəti də verib. Onda gəlin sərf olunan qatılığı müəyyən eləyək də. Sərf olunan qatılıq bərabərdir V vurulsun delta tau. Düstur necə idi uşaqlar? V bərabərdir delta S bölünsün delta tau. Onda delta tau-nu gəlin buradan müəyyən eləyək. S-ni gəlin buradan müəyyən eləyək də. Sərf olunan qatılıq da bərabərdir. V nə qədərdir? 0,3. Tau nə qədərdir? 10. Delta S də bərabərdir 0,3. Deməli, reaksiyaya sərf olunan qatılığımız 0,3. Reaksiyadan sonra artıq qalan qatılığımız 0,2. Onda başlanğıc qatılıq da bərabərdir. Sərf olunan qatılığın üzərində gələrək reaksiyadan sonra artıq qalan qatılığı, deməli, başlanğıc qatılığı da oldu 0,5 mol bölünsün litr. Keçirik indi 55-ci suala. Qrafikə əsasən reaksiyanın azota, hidrogenə, bir də amonyaka görə sürətləri üçün uyğunluğu müəyyən edin. Gəlin bir-bir qrafikə baxaq və sürətlər üçün uyğunluğu müəyyən eləyək. Mol miqdarını verib, zaman verib və sürət istəyir. Gəlin müəyyən eləyək. Mol miqdarı deyəndə qatılıq verib. 55-ci sual. İlk öncə reaksiyanın qrafikinə baxaq. NH3-ün mol miqdarını verib. Uşaqlar, diqqətlə qrafikə baxın.
NH3-ün başlanğıc qatılığı nə qədərdir? S başlanğıc qatılıq. Başlanğıc qatılığı 1,8 mol bölünsün litrdir. Reaksiyaya müəyyən bir miqdar daxil olub və artıq qalıb. Artıq qalan qatılıq nə qədərdir? Yəni son qatılıq nə qədərdir? Son qatılıq da oldu 1. Deməli sərf olunan qatılıq nə qədər oldu? Başlanğıc qatılıqdan sərf olunan qatılıq da bərabərdir. 1,8-dən 1-i çıxırıq 0,8. 0,8 mol qatılıqda sərf, mol bölünsün litr qatılıqda sərf olunub. Sərf olunan qatılığı müəyyən elədik. Uşaqlar baxın, 1,8 burada sabit qalır. Harda azalmağa başlayır? Yəni harda reaksiya getməyə başlayır? 20-ci saniyədə. 20-ci saniyəyə qədər reaksiya getmir. 20-ci saniyədə reaksiya getməyə başlayır və 30-cu saniyəyə qədər reaksiya gedir. Ondan sonra yenə reaksiya getmir. Düz xətt sabit olaraq davam edir. Onda reaksiyanın getmə müddəti nə qədər oldu? 10 saniyə oldu. 20-ci saniyədə reaksiya başladı, 30-cu saniyədə dayandı. Çünki əyri xətt hansı harda bitir ona baxırıq. 30-cu saniyədə dayanırsa reaksiyanın getmə zamanı nə qədər oldu? 10 saniyə oldu. Onda ta o bərabərdir. Yəni zaman bərabərdir. 30-dan çıxırıq 20-ni 10 saniyə. Sərf olunan qatılığı da bildik. Yəni indi biz NH3-ə görə sürəti müəyyən eləyək. Və NH3-ə görə sürət bərabərdir. Delta S bölünsün delta tau. Delta tau-nu da müəyyən elədikdə uşaqlar 30-dan çıxdıq 20-ni. Delta S nəyə bərabərdir? 0,8. Delta tau da 10-dur. 0,8. Deməli NH3-ə görə sürətimiz neçə oldu? 0,8. Gəlin üzərində yazaq. NH3-ə görə sürət oldu 0,8. Uşaqlar, mən demişdim ki, reaksiyada hər bir maddənin istər azota görə, istər hidrogenə görə sürəti tapmaq mümkündür mol miqdarından asılı olaraq. Uşaqlar, 2 mol NH3 əmələ gələndə 1 mol N2 əmələ gəlirsə, 2 mol NH3 əmələ gələndə sürət 0,8 isə, onda 1 mol N2 əmələ gələndə onun sürəti olacaq 0,4. Hidrogenin molu, azotun molundan 3 dəfə çox olduğuna görə hidrogenin sürəti olacaq 0,12. Gördünüz uşaqlar, bu qədər. Hamısının sürətini müəyyən elədik. Deməli, NH3-ün sürəti oldu 0,8. X nədir? Azota görə sürət. X-in, yəni azotun sürəti oldu 0,4. 1-ə getdi B. Hidrogenə görə sürət oldu 0,12. 2-yə getdi Y. Daha sonra amonyaka görə sürət oldu Z, yəni 0,8. 3-ə də getdi C. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kimyəvi reaksiyanın sürəti, kimyəvi tarazlıq bölməsini, kimyəvi reaksiyaların sürəti və ona aid hesablamalar mövzusundakı sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.